zayıfdır. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliğine qarşı Türkçə əski kitablar proqramının 369-cu bölümünü Allahın lütf və kərəmi ilə başlayıram. İnşallah ki, xeyirli olsun. Gedək görək bu günləri hangi kitablar bizim şansımıza çıxır, əcəba bunları keçəcəkdə baxmışıq, baxmamışıq, bunlara bir diqqət nəzər edək. Keçənki proqramda bir gözəl bir kitabla tanış olduq. Təəssüflə, indi əgər tapsam ki, hardaydıq? Keçən cəlsədə bir at saxlamaq haqqında bir kitab oxuduq. İslamda heyvanların əhəmiyyəti ən mühüm, İslam deməyək, müsəlmanların içində heyvanların əhəmiyyəti o cümlədən at saxlamaq haqqında ciddi bir kitab ki, tamamən hədisləri, biri də hədislər doğru ya qələt orada hədislər toplanıbdır ta at saxlamağa insanları təşviq eləsinlər. Risale-i Zərqalə bir ayrı risalə idi. Bu nucum haqqında idi. 8-9 səhifəlik onu da gördük və ona da bir baxdıq. Ondan sonra bir ayrı Türkçe kitap gördük. Mənzum Türkçe. Adı koymuşdu ki, Dağıstanlar. Biz de yazdık Dağıstanlar. Bu kitabın haqqında bunu deməliyəm ki, əvvəldə mən istəyirəm bu günləri beynimiz nə cür yıxanır onu deyim. Özümün fəqət dünənki təcrübəmi deyəcəm. Keçən cəlsədə bu kitabı açanda bu kitaba görə əvvəl ChatGPT idi ya Cimnaya müraciə elədik. O biraz bizə ittilaat versin. Kitabı oxumadan onun ittilaatına şey elədik. O dedi ki, bu kitabın dili əski Azərbaycanca və ya Osmanlıcadır, ya ikisindən qatışıqdır. Mən bu kitabı oxudum, çox zorluq çəkdim. Kitabın yarısından sonra, yəni demək olar axır bölümdə ki, yoruldum, əl çəkdim ki, istəyəm oxumayam. Bir də qeyddim əvvəldən oxuyam. Birdən-birə öz-özümə dedim ki, olmaya bu Cığatay ləhcəsi iləndir. Mən bunu çalışıram ki, Azərbaycan ləhcəsi ilə oxuyam. Və bir də qeyddim əvvəldən oxuyam, gördüm bu Cığatay əslən şey deyil, bu Azərbaycan ləhcəsidir ya Osmanlı ləhcəsi Türkçə deyil. Cığataydır, amma mən bunu çalışırdım ki, Azərbaycan ləhcəsi ilə oxuyam. Bu hardan gəlmişdi mənim zehnimə? O halda ki, öncələrdə bir dənə kitabı özüm əvvəldə açırdım, baxırdım. Və təşxis verirdim, bu Cığataydır, Azərbaycandır, ya Türkcədir, yəni Türkçə, Osmanlı Türkcəsidir və bunu rahatca biraz rahat oxurdum, yəni təşxis özüm verirdim. Amma bu səfərki zehnimi əvvəldə o düzəltdi ki, mən nə cür görüm dünyanı, nə cür görüm kitabı, mən onu Azərbaycanca oxumağa çalışırdım. Bundan mesela oxuyanda gördüm ki, zorluq çəkirəm, amma bunu huş eləmirdim, çünki beynim şey olmuşdu, yuyulmuşdu. Mən onun əleyhinə kitabın dili nə olacaq, onun haqqında bir zehniyyətim var idi. Onun üçün kitabı oxuya mən yenə bunu fikirləmirdim ki, bu Cığataydır. Mən niyə bunu Azərbaycan ləhcəsi ilə oxumağa çalışıram? Bu o şeydir ki, istədim göstərəm bu günləri sizə ki, bu çox ciddi bir məsələdir. Təəssüflə bizim zehnimiz, o şey ki, farsca pişdavəri deyirlər, türkçəsini bilmirəm nədir. Pişdavəri eləyən zehn görmür. İlla ki bir hadisə düşə, orada görə ki, mən pişdavəri eləyəm, ön yargı bəlkə ola bilər. Ön yargıya mübtəla olan beyin ki, bir ayrı yerdən heç beyin öz-özünə bir ön yargısı yoxdur. Məsələn, uşaqlar, anadan olurlar, kiçik uşaqlar, heç heyvana görə ön yargıları yoxdur. Onlara, məsələn, bir qoyunla, bir keçi ilə, bir ilanın, bir itin, bir canavarın heç fərqi yoxdur. Çünki onların ön yargısı yoxdur. Amma o zaman ki, yavaş-yavaş kəllə biz onları qorxuduruq, bu ilandır, bundan çəkinəcəksən, öldürəcəksən, bu qurtdur, qorxacaqsan, bu itdir.
əgər öz itimiz olsa qorxmayacaqsan, özcə it olsa qorxacaqsan, bu qoyundur, bundan oynaya bilərsən. Bunları biz öyrədirik, qəzavət veririk uşağa. Uşaq onun üzü ilə bizim qəzavətimizlə gedir. Məsələn, onlardan biri ət yeməkdir. Məncə tamam ətlər məkruhdurlar. Çünki bir ayrı heyvanı yeyirik. Mən də yeyirəm əlbəttə. Mən çox ətsiz əslində. Ət yeyən bir insanam. Amma əslində biz bir canlını öldürürük ki, yeyək da, bundan ötürü öldürürük və o bir diridir. Onun da necə bizim canımızda əngəl var, qanımızda əngəl var, mikroblar, viruslar, hər şey var da canımızda yəni. Aynen heyvanlar da bizə tayyip, yəni heyvanlar, amma biz onlara ad qoyanda deyirik it. Ona bir dənə də həram vuranda ya murdar vuranda onu məsələn yemirik. Eşək. Amma qoyunla eşəklə itin nə fərqi var? Məsələn, əslində nə fərqi var? İttifaqən nəzərə gələn ət, nə deyirlər, hətta bu insana da keçərlidir. Mollaların fikrində, mollaların yazdığı fikrdə, İslamdan danışmıram. Əgər siz bir şeyi məsrəf edirsiniz ki, o əvvəliyyə şəklin dəyişibdir, ola bilər. Məsələn, bir şey nəcisdir. Tualetə gedirsiniz, nəcasət gəlir, sizdən dəf olur. Bu nəcasəti hər halda nəcisdir də, yəni mundar kimi bir şeydir. İndi bunu amma qoyasız çöldə, bu gün qabağında torpaqda əriyə torpaq kimi ola, cinsiyyəti dəyişir. Cinsiyyət dəyişəndə ona əl vursanız da mundar deyil dahi. Onu ağac dibinə verirsiniz, ondan istifadə edirsiniz, gül dibinə, nə bilim, səbzi dibinə falan verirsiniz. Bu, ya məsələn bir dənə heyvan düşübdür duz mədəninə, bu əski misaldır buralar. Duz mədənində məsələn qalıbdır, duz olubdur. Adam şəklində qalır ya heyvan şəklində qalır, amma duz olubdur. Bunu yesəz iradı yoxdur, nəcis ya mundar deyil. Niyə? Çünki cinsi dəyişib da, o duzdur, o da o heyvan deyil. Bizə belə bir, amma məsələn qəzavət verirlər. Eşəklə məsələn qoyunun, ətin, inəyin, atın nə fərqi var? Məsələn, hər fərhəngi görə, hər kültürə görə, hər ideoloji ya dinə görə bir qəzavətlər verirlər bizə. Bir ön yarğı verirlər bizə. Biz bu ön yarğını əlimizdə əsləhə olaraq tuturuq. Hər şey ki bundan olur. Məsələn, dedim, eşəyin ətinin nə fərqi var? Məsələn, acaba niyə məsələn inəyin ətini yiyirik, eşəyin ətini yox? Atın ətin çox yerdə yeyirlər, atın ətin. Ya ceyranın əti, ya nə bilim keçinin qoyunu falan. Nə acaba məsələn o birisi heyvanları yemirik məsələn. Niyə? Nə fərqi var məsələn? Bu ön yarğı dediyimizdir. Məsələn, hər torpağın, hər bir bölgənin özünün bir kalçırı ya fərhəngi ya yemək ənənəsi var. Bu torpaqdan torpağa, millətdən millətə, kültürdən ya fərhəng o şey ki İranda deyirlər, ondan geçəndə bir ayrısına fərq edir. Və bu bizim məsələn baxışımızda pisdir, irgənməlidir falan. Bunlar hamısı bizə verilən ön yarğılardır. Biz toplumdan bunları almışıq. Yoxsa biz də məsələn gedib onların içində biraz qalsaq, yesək, görsək ki, İlan qurbağa da yeyilir, tamamen biz də yeyə bilərik, heç də bir şey yoxdur. Ət də heyvandır, fərq eləməz məsələn. Bu şir əti olsun, tülkü əti olsun, canavar əti olsun, it əti olsun, ya at əti olsun, ya ayrı bir şey məsələn. Bunlar heç birisi fərq eləməz, yəni hamısı heyvandır. O kültürdə biraz yaşasaq, onlar dəyişəcəkdir. Hər şey dəyişə bilər. Çünki kültürlə hər şey dəyişir. Mümkündür biz biraz çox yoğunlaşmışıq da bizim içkimiz geçmir, amma uşaqlarımızınki dəyişər məsələn. Hər halda istədim bunu deyəm ki, Dünəlləri olan ittifaq mənim üçün o kitabı ki, Dastanlar adındaydı. Onu ChatGPT dediyinə görə ki, çox rahatca, yəni ChatGPT deməyək, Gemini dediyinə görə bu bir əski türkcə, Azərbaycan türkcəsi ya Osmanlı türkcəsi ya Osmanlı, bu ikisinin qarışığı ilə bir yazılmış mətnidir, kitabdır. Mən onu o cür deyərək oxumağa başladım və məsələn 6-7 səfə o cür zorla oxudum. Sonra bir də qayıdıb oxuyanda gördüm ki, nə qədər rahat oxuya bilirəm. O zaman ki, zehnim qayıdır özümə və mən özümü öz təşxisimlə eləyə bilirəm ki, təşxis bu
Cimna yalan deyibdi, qələt deyibdi və bu Cığatay türkcə ləhcəsi ilə yazılıbdı. Onda bir dünya zehnim değişdiği üçün rahatca da oxuyuram. Bunu biz əlifbada da görürük. Məsələn, mən Latincə əlifbanı, ya deyək İngiliscə əlifbanı oxuyanda zorluq çəkirəm. Bu vaqiiyyət. Türkcədə də o cürdür. Yəni Türkcənin də əlifbasını onunla oxuyanda, həmin Türkcə ərəb əlifbası ilə yazılında şey olur. İndi bir ayrı ittifaq düşür. Əgər bir sətri tamamilə böyük hərfinə, Latin, İngiliscə böyük hərfinə yazılır, oxuya bilmirəm. Yəni çox zorluq çəkirəm. Niyə? Böyük hərfi olanda mənim zehnim fəqət bunun əvvəldə bir hərfi, hər kəlmənin bir hərfi böyük olanda qəbul edir. Amma bir qardı tutur, bir difa halətinə girir ki, bu niyə məsələn bir kəlmənin hər məsələn 5 hərfi də ya hər 10 hərfi də böyük hərfinə yazılır. Mən onu oxuya bilmirəm. Niyə? Bu da bir qardıdır, yenə bir ön yarğıdır. Mənim zehnim kiçiklərə adət edir, böyükləri oxumaq istəmir. Əcib gəlir beyninə, yəni bu beyində bir çox əcib görsənmə üz verir. Hər halda istədim bunu deyəm, bir dana təcrübədir, şəxsi dünə yaxın təcrübədir, nə cür bizim beynimiz yıxanır və nə cür beynimiz yıxanandan sonra, yəni eşikdən bir məlumat alandan sonra bir şeyin əleyhinə ya bir şeyin nəfinə, fərq eləməz. Bir şeyin mənfəətinə, çıxarına bir məlumat alandan sonra zehnimiz istər-istəməz onu doğru bilir. Onu doğru bildiği üçün əyrini doğru oxumağa çalışır. Əyrini düz görməyə çalışır, ya düzü əyri görməyə çalışır. Bu, bizim İranda yaşadığımız sistemdir. Amma kiçik nümunəsi. Biz İranda, məsələn, 50 il, 60 il, 40 il, 10 il, 5 il, 3 il yaşamışıq. Bu yaşadığımız sistemdə bizim beynimiz ön yargılarla dolur. Bu ön yargılar bizi bura gətirir, çıxadır. Bu gün görürük. Gedək, bu günləri bir kitab açsıq, adı Nücum və Fali Türki, xətti besyar ali deyə yazılıbdır. Baxarıq görülüdür. Nədir? Bir dana İmadül İslam, fikirəm bunu öncədən belə bir kitab oxumuşduq, nəzərimə gəlir. Bəlkə o ola bilər, adı yadıma gəlir. Amma bu ikinci kitab, bu iki kitab bu gün görər, hələ açaq görək birincisi nədir? Kitabın başında yazıblar ki, bu kitab səfəsini də yazmayıblar, yazıb Nücum və Fali Türki, xətti besyar ali. Bu elə besyar ali bu şeyi tərkibi göstərir ki, bu fars təsiri altında türkcə kitabın üstündə yazılıbdır. Bunu daha da gözəl yaza bilərdi. Məsələn, Fal və Nücum, Türki və gözəl xətt. Amma bu şeydə yazmadığı üçün bunu göstərir ki, beyin farsçı beyindir. Qəzavət kitabın özü türkü ola adın farsça yazır. Bu beyin bu kitabı dostumuz ki bunu zəhmət çəkib gətirib də əllərə almasın, Allah köməyi olsun, sağlıq, səlamətlik versin, ölənlərinə rəhmət eləsin. Özünə də böyük dünya və axirət cəzalar, yaxçılıq cəzalar versin. Amma bunun belə fəqət elə bu cümləyə baxanda görürük ki, zehin fars zehnidir. Bu məndə də var. Yəni mən də cümlələrimi hətta burada yazanda əvəzən yazıram yazı tarixi, yazıram tarixi yazı. Hətta türkcəni qələt yazıram yəni. Yəni bu kağızı götürürəm burada yazanda görürəm ki, istər-istəməz tarixi nüsxə. Nüsxə tarixi. Amma bir dənə bunu niyə belə yazıram? Çünki beynimiz ön yargılanıbdır. Bizə belə öyrətdikləri üçün zehnimiz bu çərçivədən çıxmaq istəmir. Bu çərçivədə rahatdır. Bu çərçivədən çıxıb ayrı bir şey öyrəşmək biraz əziyyətdir. Hətta mənim öz təcrübəm, məsələn, türkcə oxumaq çox çətindir mənim üçün. Bunu hamı yaşır İranda. Hamımızın bəhanəmiz budur ki, ağa mən farsça oxumuşam, türkcə oxumamışam, onun üçün türkcə bilmirəm. Başla bil. Amma niyə? Çünki beynimiz əvvəldə çox əziyyət çəkibdir. Türk dilindən fars dilinə çevrilibdir. İndi bir də əziyyət çəkib istəmir qeydə türkcə oxuya. Tənbəllik və əziyyət. Zehnimiz bunlardan qaçır bizim. Bizim zehnimiz adət elədiyi üzə yaşır. Adətlər üzə yaşırıq biz. Biz adətlərdən çıxanda zorluğa düşürük. Məsələn, bir yerdə yaşırıq, oradan köçməyə cəsarətimiz yoxdur. Ya başımıza hər necəsə deyirik qalsın. Hazır qonşu ilə dav eləyək, hər oraya ilə dav eləyək, bundan dav eləyək, nə bilim çətinlikdə yaşayaq.
Amma oradan getmirik. Niyə? Adət eləmişik ora. Çünki deyirik burada mənim familiyam var, əqrəbam var, qohumum var, yoldaşım var, işim var, gücüm var. Amma mümkün oradan köçsək bir ayrı yerə daha yaxşı yaşayaq. Məsələn bizim bir çoxumuz köçmüşük Farsistan bölgələrində yaşayırıq. Əcəba niyə vətənə çönmürük? Orada torpağımız var, yerimiz var, ucuzdur, rahat yaşaya bilirik, hava təmiz ola bilər. Amma nədən çönmürük? Çünki biz əvvəldə buradan köçmüşük, əziyyət çəkmişik, köçmüşük. Orada bir yaşama adət eləmişik indi. İndi oradan istəyirik bir də qeydaq, bu yaşama bunu istəmirik. Bu o şeydir ki, bu günləri istirdim onu biraz işarə eləyəm, amma gedək kitabımıza yenə davam edək. Kitabın üstündə öncə kitablarda tarix yazırdılar, səhifə yazırdılar, bunu yazmayıblar. Amma PDF-ə baxanda görürük ki, PDF-in aşağı tərəfindən ki başında, aşağı tərəfində PDF görsənən yerdə o iki yerə bölünür. Üst tərəfi adres kimidir, aşağı tərəf PDF-in özüdür. PDF-ə baxanda görürük ki, yazıbdır 286 səhifə. Birinci səhifəni burada görürük, bir vəraq vardır. Üstündə birincisi əsrar deyə, əsrar qaribə. Əsrar qəribə deyə bu kitabın adıdır. Əsrar qəribə ehtimalə bu ət sözü ilə, yəni o şey ki, ağ quyruqlu adı, onunla axtarsaq bunu, ehtimalən bu kitabı onlayn tapa bilək, bilmirəm. Mən bəlkə indi burada geçsək, harada yazırıq normalda? Bir yerdə bunun yazması olar ki, biz orada axtararıq, amma burada @sign eləsək, @sign əsrari acaba buydu? Əsrar yox, elə əsrar underline qəribə qaribə harada yazırdıq bunu? Burada idi. Qəribə. Acaba bu var ya yox? Bəlkə də hətta bu şeydə ola bilər. Gəldi, əksi gətirdi burada. Məsələn, burada bu kitabı buradan indiriblər ya buradan qoyublar. Mən bunu elə buradan əksində vurum, özümdə bunu şey eləyim, davam eləyim. Burada da bizim dostları gətirdi, görək. Ehtimalən bu, hətta bu şeydə də ola bilər. Əsrarı 2 dana var burada, gəldi. Bunları da vuraq, biz bunları da bəlkə bunlardan da bir şey öyrənə bilərik, öyrənə bilmərik. Amuzişi plan pəhman. Join channel və bir də bu var. Rebecca Kaufman. Yox, bunu götürməyək. Əsrar yazıb əlbəttə. Bunu götürməyək, bu ehtimalən o viruslardan ola bilər, virus adamlardan. Tamam. Bu əsrarı tapdıq. Kitabın özünə qeydək indi. Kitab çox əla bir şəkildə bir kitabdır. Əsli kitabın özü tox qırmızı ilə, gön tox qırmızıdır. Üstündə qıraqlarında çox gözəl qızılla ya qızıl suyu ilə nəqşələr şey ediblər, düzəldiblər. Çox əla bir kitabdır, bəllidir. Kitabın ehtimalən içidir ya da arxasıdır, yəni o birisi tərəfi. Orada da olsa, o da bir gözəl nəqşi ilə, amma onun rəngi qərədir. Ehtimalən kitabın cildinin içi olacaqdır. Kitabın adı Mətali-us-Səadətdir. Burada yazıb üstündə Mətali-us-Səadətin tulu eləyən yeri, yəni gün çıxan yeri, günəşi. Bu Əsrar-ı Səadət zahirən bir çox səhifədə təkrar olur. Mütaliə deyə kitab burada bir şey yazılıbdır, bir dənə çərçivə qoyulub yazılıbdır. Zahirən kitaba su keçibdir və qıraqları, kitabın qıraqları çürüyübdür, su keçib qalıb çürüyübdür. Son bir ayrı səhifəyə gəlin. Fehrist kitab deyə
bir çərçivədir. Çərçivənin başına fehristi kitab böyük yazılıbdır. Qırağında təzyinat vardır və dairə içində bu kitabda nələri oxuyacaq hərəsində bir dairə yazılıb. Məsələn, Məclisi Padişahı Aləm, Təfsiri Təqsimi Buruci İsna Əşər, Kəvakib-i Səb'əyə mənsub olan təvaif. Ha beləsi, bunların hərəsində bir dairə, 2 səhifə, 3 səhifə, 4 səhifə və 5-ci səhifədə də vardı. Hətta Fal Məqbul, Fal Ənbiya, Qur'e-i Cəfəriyyə, belə deyə bir kitab, çox və əla bir xətt ilə, vaqəən əla xətt ilə. Kitabın adı, bunun tərsinə ki, üstə yazıblar Fal-i Türki, ehtimalə buna görə yazıblar ki, insanlar əlaqə tapsınlar, oxusunlar. Amma kitabın adı Mətali'us Səadət Əl-Səadət və Yənab-us Siyadət və yəni kitabın iki kamil adı budur. Mətali'us Səadət və Yənab-ul Yəsadət. Siyadət olacaqdır. Mən bunun nöqtəsi bu yüzlük qoyulub, onu şöyle biraz xunum. Və Yənab-ul Siyadət. Burada görüb kitabın adını 2 yerə bölübdür. Aşağıda da bir dənə dairə qoyub. Fikir edirəm bu kitabı görmüşük. Ehtimal verirəm ki, o olsun. Kitabın bəllidir, bu dərbar üçün yazılan bir kitab olacaq. Ehtimalən kitabı, indi burada gəlib Tazaşdan adı yazır. Kitabı Mətali'us Səadət. Bu yazılan yer 2 yerə bölünür. Osmanlı dövrünə aid ola bilir. Ola bilər ki, Teymurilər dövründə Şahrux Həzrətləri, Allah rəhmət eləsin, yoxsa hər halda Hərat məktəbi, Türkün Hərat məktəbinə təəlluq tapa bilər, yəni Cığatayca ola bilər. Çox gözəl təzhibi var və kitabın qıraqları da şey olubdur. Hər cümlə ya hər yarı cümlənin sonunda bir dairə, qızıl dairə çəkibdir və içində də ehtimalən bir ədəd, onu sonralar görərik nədir. Əgər bir başlıq yazıbsa, o başlığa kitabın içində bir çərçivə çizir. Çərçivə özü sabitdir, yəni 2 xətt ilə bir arası orta, nazik, yəni 1 millimetr olaraq məsələn bir cizgi var, ondan sonra bir 2-3 millimetrdən sonra bir ayrı cizgi, yenə 2 dənə var, onlar yenə ağdır, orta qızıldır. Kitab bunun içində yazıbdır. Əgər şeir varsa, şeirin ortasında, bu səfədə gördüyümüzə öngörü buna görə gedirəm. Şeirin 2 misrəyin arası ki boşluq olmalıdır. Orada bir çərçivə çizir ki, onları bir-birindən ayırsın. Amma o bir səfədə əmma bə'dü məsələn, ona mətnin içində ona bir çərçivə çizməyibdir. O birisiləri hamı qabaqçılarda çizmişdi. Yenə də ayrı bir şeylər, məsələn, beytə çizibdir. Dediyim kimi, səhifə 16-da PDF-in, kitabın elə özü ki 266 səhifə, 86 səhifə dedi PDF, aynen odur. Niyə ki, hər PDF-in hər bir səhifəsində kitabdan bir səhifə qoyubdur. Çox gözəl. Burada 16-cı səhifədə bir miniatürlə qarşı-qarşıyayıq. Çox əla. Fikir bu kitabı görmüşük. Təqsimi dərəcati burci həməl. Yenə burada bir ayrı miniatürlə qarşı-qarşıyayıq. Amma geçmiş kitabda fikrin bu əsrar-ı qəribə kəlməsi kitabın üstünə gəlib bu cürsi xəsarət salmamışdı. Amma burada təəssüflə bunu görürük. Başlıqlar yazılır, başlıqların altında gedir. Yenə bir ayrı bu kitabın vaqən təqsimi dərəcati burci sur ya savr. Bunun da mən bu kitabı ehtimalən görmüşüm. Çünki inək minik gedir. Oradan yadıma gəlir ki, mən bir inək görmüşdüm və burada nəzərimə gəlirdi ki, bir nəfər məsələn göydən adam gəlib də aynen onu görür. Və fikirəm bu kitabı qabaqdan öncəcən görmüşük. 26-cı səhifədə bir ayrı ikizlər deyə ehtimalən Cəvza təqsimi
dürəcai bürci dərəcə təqsimi dərəcai bürci cəvza. Bunun miniatürünü görürük və sonra yazısını görürük. Yenə bir ayrı yazı. 30-cı səhifədə bir ayrısını görürük. Bunları deməkdən keçim, çünki çox cəlib bir əl yazı və miniatürlərlə rəngləri çox qəşəngdir. Yəni bu məncə bu rənglik gözəllikdə əlbəttə çox kiçik yazılıbdır, iç yazıları, amma miniatürləri məhşər rəngi var, məhşər. Mən bundan bir əks salım. Bu bundan bir əks salım hazırlayayım. Bunu qoyaram öz əksimin yerinə ki, daha yaxşı görünər. Kitab bəlli olar ki, biz bu kitab haqqında danışırıq. Bunu edit eləyim, hazır olsun o iş üçün. Tamam. Çox gözəl bir kitabla qarşı-qarşıyayıq. Əl yazısı məhşərdir vaqəən. Və yəni mən bunun miniatürlərin, nəqqaşələrin rəngini çox sevdim Taceyin. Məhşər bir kitabla qarşılaşmışıq. Təqsimi dərəcəti burcu Hud. Burada mütəəssifanə bir abi ilə ki, nəqqaşı çəkirlər. Nə cür olubdur ki, burada 3 yerdə dəyib sonuncu səhifəyə. Əcəba səhifənin arxasına keçibdir, oradan dəyibdir. Bir şey düşüb bura. Su damcılıyıb ehtimalən keçib arxaya, amma o deyil, bəlkə elə dəyib də hər halda bir şey olubdur ki, o rəng keçib bura. Üçüncü vəcilə, burada bir ayrı şeyə keçirik. Kəvakib-i səb'ənin hər birinə məqulə-i kimsənələr. Yəni hər işin, məsələn, hangi ayda doğulan, hangi işə gedəcəkdir, onu yazıbdır. Çox cəlibdir bu, mən bunu sevdim. Əslində bu 1, 2, 3, 4, 5, 6, 7, o da 4. 28 dənə miniatür bir səfədə yerləşdiribdir. İşlərə görə. Bundan da bir əks alıram. Yenə də gedək bunu da kiçildək. Yəni bu çox əla bir kitab, çox əla bir kitab. Tamam. Davam edirəm bunu. O birisi səhifədə də yenə var. Yəni o məqulənin davamıdır ki, işləri göstərir. Bu birisi səhifədə 4 dənə miniatür görürük. Bir miniatürün içində və hərəsində indi buradan bu üzə bunlar çoxalır, dairələr filanlar gəldi ortaya. Əlbəttə bir dənə səhifə boş gedir, zahirən hazırlayıblar, amma yazmayıblar. Ya da ki, sonra gəlir cədvəllərə, çox cəlib cədvəllərlə davam edir. Bu cədvəllər mənim üçün anlamadığım üçün bu dildən, bu şeydən mənə bunlar şeyi yoxdur. Çəkici deyil, yalan olar. Çəkici düşünürəm, bunlar nə deyirlər, nə danışırlar. Hər halda insanın bilmədiyi bir şeyə əlaqəsi olur. Özəlliklə əgər gələcək haqqında ya güc haqqında insana bir şey verirsə, bir umud da belə verirsə, insanların əlaqəsi var ki, bunu görsünlər. Amma bu bir hər halda bir elmi də olmasa bir sahədir ki, orada özəl özünə görə aid bir dili var. O dili bilməyən bu kitabı, bunu oxuya bilməz. Siz hər nə haqqında dil axtarırsınız, onu oxumağa məcbursunuz. Yəni o dili bilməyə məcbursunuz, yoxsa o sahədə çalışa bilməzsiniz. Bu kitabın miniatürü yazısından çoxdur. Bunu deyim ki, nəqqaşiləri və
heyf, burada bir kitab yenə də eybi-irad tapıbdı bu nəqqaşilərdən. Yenə burada 2 səhifə boş görürük. Qur'e-i Cəfəriyyə deyə bir Raziyullah anh, ehtimalən İmam Cəfər Sadiqə nisbət olacaqdır. Yəni bu başlıqları da əgər hesab eləsək, təzhibləri də əgər nəqqaşi hesablasaq kitabda, demək olar ki, hər səfədə bir nəqqaşi var. Ya hər səfə bir nəqqaşi üçün, bir neçə səfə boş getdiyi üçün deyirəm, bir nəqqaşi üçün hazırlanıbdır. Çox cəlib bunun hər sətrin, hər mətləbin qutarması özü bir nəqqaşi ilə qutarır. Yəni bir dizayn ilə, bir tərrahi ilə qutarır. Əgər bunu, bu da yetişdik buna, əhkami ləhyandır, həyyandır, beləsi bir şey. Qalə Şüeyb, fal Şüeyb Peyğəmbər əleyhissalatu vesselam, fal İsa Peyğəmbər əleyhissalatu vesselam, fal Zircis əleyhissalatu vesselam, fal Yunus, fal Nuh Peyğəmbər, fal Zəkəriya, fal Yahya. Yəni peyğəmbərlər də zahirən fala baxırmışlar. Fal işindeymişlər. Biz sevaq sevməyək, bu bir şeylər onlara nisbət verilibdir. Yəni ola bilər ki, peyğəmbərlərin işiymiş ya işi deyilmiş. Əlbəttə Quranda Yusuf peyğəmbərin haqqında belə bir şey var. Kitabın sonuna gəlirik. Diqqət buyurun, sonunda mən kitabın ələn o şirazəsinin əksinə baxıram. Ən son əks budur. Çox uzun, neçə səhifəlik PDF-də deyə bilirik ki, belə bir əks qoyublar. Çox gözəl bir nəqşəsi var. Kitabın o arxası ki, biraz da qalindir, 200 neçə səhifədir. Səfələr özü də qalindir. Bunu deyək, məsələn, ehtimalən hər səfə 1 millimetr ola bilər. Yəni, məsələn, bu 200 səhifə, məsələn, mümkündür ki, 3-4 12, heç olmasa məsələn mümkündür ola 12 santimetr. Kitabın arxasında o gözəl qızılla ya qızıl rənglə olan şeyi görürük. Çox da uzundur, yəni baxır. Ehtimalən bunun da üstündə bu Avropaya gedib bu kitab. Avropada bu vəziyyətə düşüb. Çünki bunun üstündə ingiliscə deməyim, ehtimalən latincə mümkündür ki, bu Vatikanda olmuş ola. Nəzərimə belə gəlir. Livre des Fransa gəlir nəzərimə. Agurere. Ehtimalən belə bir şey olsun. Hər halda oxuya bilmədim. Mən Fransa ya o dili bilmirəm. Burada cildi, son cildi görürük. O qərə ki dedik əvvəldə var idi. O kitabın iç cildidir. Cildinin iç tərəfidir. Ki qərədir. Amma burada biz o qırmızının son cildi ki gəlir, qapağı da var bağlansın, onu görürük. Qapaq gözəl, cildin özü gözəl, çox bir əcibə bir şeylə bunu görürük. Cildin içini açır, cildin içi çox gözəl, yəni çox bir əyan, vaqən indi də bu milyonlara dəyən bir kitabdır. Tarixi kitab, burada bir kitabın adını yazıbdır, amma bu tarixi kitabı oxuyaq görək ki, nə deməkdir? Sən 5 tutdun, mən 4 tutdum. Bir nəfər beləsi bir şey yazıbdır. Bir dana dairə çəkib, böyük dairə, onun içində 5, bir dana dairə çəkib, içində 4. 4 dana gilasdır, 4 dana, 5 dana gilasdır. Yazıb, sən 5 tutdun, sən 5 tutdun, mən 4 tutdum. Tu dəstəli T ilə yazılıbdır. Məncə bu Cığatay ləhcəsi ilə yazılıbdır. Feilən bu qədər deyə bilirəm, amma gərək baxam, bundan bizə aydın olub getməliyik. Ey fal issi, səbr elə. Ey fal issi nə deməkdir? Bilmirəm. Ey fal issi, səbr elə ki, sabir qul məqbul haqqdır. Sabir qul, bilirsiniz, biz insanlara qul deyilir türkçədə. Sabir qul məqbul haqqdır. Və bu niyyət etdiyinə və bu niyyət etdiyinə qərib olma. Görürsünüz ki, Cığataya gəldik. Qərib olma və əgər nikah isə təxir və səfər bu vaxtda iyi deyildir.
qərib olma, yəni getmə buna, bu şey üçün niyyət eləmsən, ona yaxınlaşma. Əgər nikah isə təxir elə gözlə və səfər bu vaxtda iyüdəgüldür və hakim önünə varma. Hakim önünə getmə, əziyyət çəkəcəksən. Şuhudi üzrə düş olursun. Şuhud üzrə düş olursun. Yəni məhkəm ora gedərsən, düşərsən. Səbr elə ta nəcmi talüün səadətə münqəlib olunca zira haqqı Teala müqəllibül əhvalıdır. Gəl ey fal isi. Bunun şeir yazıbdır. Bunu oxuyaq. İyəsi olacaqdır. Biz bunu yiyəsi deyirik şeydə, Gərədağda yiyəsi. Məsələn deyirik ki, bunun yiyəsi kimdir? Yəyəsi kimdir? Yiyəsi kimdir? Yəni sahibi kimdir? Bunun sahibi kimdir? Burada iyəsi deyibdir. Mən bunu iyəsi, yiyəsi deyə nəzərə tuturam. Gəl ey faal iyəsi. Bunu eylə təxir ki, sabir olana haqdan nəzər var. O üstəkiləri təzəşdən şeir ilə deyir. Dəruni dildə olan atəş üçün nə çarə səbridən qeyri bəhəy var. Bəhəy, bəhey. Bəhəy bizdə Türkiyədə işlənir. Bəhəy var, bəhey, hara gedirsən? Bizdə də bu vardır, bəhəy var. Bəha mənasında da gələ bilər səbrin və şeydən, qeyridən bir ayrı bəhası yoxdur, bəhey var. Bəhəy var, yar. Bəhəy yar, yar olar, yəni yarar, xeyirli olar, bu cürsə. Süsən tuttun bana bəş bərməğuni. Süsən tuttun bana bəş bərməğuni, baş da ola bilər, beş də ola bilər, amma bəş yazıbdır. Bəş bərməğuni, mən ana dörd tutdum, axarı çar. Mən ana dörd tutdum, axarı çar. Dördü. Tarixi kitab. Buradan bir falı oxuduq. İndi buradan bu üzədə bir şey oxuyuruq. İndi mən burada bir falbaxanlıq eləyəcəm. Hər kəsin falı olsa eləyə bilər, qulaq assın. İnşallah xeyir olar. Tarixi kitab əvvəl oxuyaq. Bihəmdülillah ki bu ziba müsənnəf. Müsənnəf məf'uldur, yəni yazılıb, yazılan. Bir yazan var, bir yazı var, bir də yazılan var. Kağaz. Kağaz yazılıbdır. İndi bu kitab yazılıb, qutaraq müsənnəf olubdur. Yazan müsənnifdir. Bir də indi o birisi yadımdan çıxdı nə idi? Bəhəmdülillah ki bu ziba müsənnəf qərin oldu tamamə buldu payan. Qərin oldu tamamə buldu payan. Bunu niyə deyib? Ehtimalən bunun içində bir neçə səhifələr hələ qalır da. İndi görürük ki bu kitab qutarmayıbdır. Qutarmayıb bu kitabı alıblar, qaçırdıblar vətəndən eşiyə. Adamlar yazırlar, satırlar, pul qazanırlar, neynəsinlər, geçinmək bir şeydir. Bir xaricəli deyibdir ki, mənə bu kitabı yaz, yine bu da onu yazıbdır. İndi onu aparıbdır, adam xarici aparıbdır. Ya da ki, kitabın ardınca oğurlayıbdır. Ya da bizim xainlərimiz vardı, bilirsiniz. Gördük, bir ayrı kitab oxuyanda gördük ki, tənzimat dövründə bir dənə adam, məclis nümayəndəsi bir kitabı götürüb öz başına töhfə veribdir xarici bir adama. Niyə? Mən bilmirəm, bu bizdə töhfə vermək nə illətli vardı. İranlılar hər yerə gedirsə, ərəblər hər yerə gedirsə töhfə aparırlar. Amerikanın rəis cümhuru töhfə verdiği bir dənə bölçündən verir, özünün təbliğatını verir. Çünki Amerikada əgər bir töhfə aparırsan birinə, məsələn rəis cümhura, o əgər məsələn 100 dolardır, bilməm 200 dolardır, bundan izafə onun qiyməti olsa, onun əlindən qanunən alırlar, gedir muziyə. Dövlətin malı olur. Sən burada özün bir şəxsi deyilsən, burada bu bir millətin işləyənisən, qoyublar səni bura. Şəhi aləm pənahun himmətidir ki, buldi bu risalə böyle ünvan. Burada da bir şah bunu deyibdir, onun himməti ilə belə olubdur. Əgərçi surəti tərtibimizdir, əgərçi surətə tərtibimizdir, vəli mə'nidə şahındır bu divan. Deyir ki, bunu zahirdə biz yazmışıq, surətdə, yəni görünən vəziyyətdə mən yazmışam, amma vəli mə'nidə əslində şahındır bu divan şahındır. Onun üçündür ki, tarixin
Suudi yazan adı Suudi olur. Dediği hər kəs Kitab-ı Şah-ı Dövran. Suudi yazarın adı ya xəttatın adı yazar olacaqdır. Burada biz yazar deyirik. Niyə? İndi bu yazarı da deyərəm ki, niyə? Yazar Suudi. Suudi, Saudi deyil, Suudi. Tarixi, indi mən bunu yazı tarixi yazım, yazı tarixi. Bu da Kitab-ı Şah-ı Dövran. Kitab-ı Şah-ı Dövran diye buna ad verdi. Altında da yazdı 990 Hicri qəməri bunu yazdı. Amma mən bu da Kitab-ı Şah-ı Dövranı verim bura görüm ki mən bunları vurmamışam, bunları da vurum. Məmulən indi bizim internetimiz bu günləri biraz zəifləyib yenə. Bu deyil, bu deyil. Əbcədlə Kitab-ı Şah-ı Dövran. Əlifbanı dəyişdirməmiş yazmışam. Əbcəd ilə Kitab-ı Şah-ı Dövran mühasibə ilə. Kitab-ı Şahı sah yazmışam, bunu düzəldim, qələt olmasın. Kitab-ı Şahı Dövran, görək ki, hangi il bu mühasibə edir. Bu özü yazdı ki, 990-da yazıbdır. 990, bunu mühasibə eləsək, indi kitabın tarixin. Biz 1447-ci il deyirik, bundan çıxsaq 990-ı. Bu kitab 457 il öncə yazılıbdır. 457 il öncə yazılmış kitabdır. Tamam, bunu tapdıq kitabın sonunda özü. Yazanı hardan dedik ki, bu adam Sauddir, Suud. Burada gələk, əbcəd hesabına görə hər hərfin özünə məxsus ədədi qiyməti vardır. Kitab-ı Şah-ı Dövran ibarətin əbcəd tərtibi ədəbi ərəb əlifbası əsasında aşağıdakı kimi hesablamaq olar. Kitab sözünün hesabı. Kaf 20-dir əbcəddə, ya 10-dur, T 400-dür. Əlif 1-dir, B 2-dir, cəmi oldu 433. Şah sözünün, şah şin 300-dür, əlif 1-dir, H 5-dir, cəmən 306. Dövran, dal 4, vav 6, R 200, əlif 1, nun 50, cəmən 261. Cəm eləsə bunu, dedi ki, Kitab-ı Şah-ı Dövran ibarətin əbcəd ədədi 1000 gəldi. Amma bu 10 il əbcəddə o qədər fərq eləməz. Yəni 10 ildir yazıb 990, ola bilər 1000 olsun, ola bilər 90 olsun, ya bir 10 il aşağı, 10 il yuxarı dedik, o qədər fərq etməz. Çünki bir hərf ilə çalışır yazsın ki, həm düz olsun Şah-ı Dövran, məna versin, həm də istir ki, tarixi desin. Və özü də aşağıda tarixi yazdığı üçün bizə o tarix ki, özü yazıbdır, o bu 10 ildən çox önəmlidir. Çünki özü ili yazıbdır. Amma yazan kimdir? Üstə dedik ki, bəhəmdülillah ki, bu ziba müsənnəf qərin oldu, təmamə buldu payan, şəh-i aləm pənahun himmətidir ki, buldu bu risalə bu ilə ünvan. Yəni burada görsə ki, həm müsənnəf bunu qutardı, həm də ünvanı bu oldu. Əgərçə surəti tərtibimizdir, bizim tərtibimiz. Əgərçə surətə tərtibimizdir, biz bunu zahirdə biz yazmışıq, mürəttəb eləmişik, vəli mənidə şahündür bu divan. Onun üçündür ki, tarixin Suudi dediği hər kəs Kitab-ı Şah-ı Dövran. Ehtimalən bu tarixin Suudi dedi, onun üçündür ki,
tarixin Suudi dedi. Mən bu Suudini yazaq görək ki, əcəba belə bir adam var mıdır? Əcəba Cuğatay Türkcəsində əlyazma sahibi olan mənzurumuz yazar. Suudi adlı bir yazar varmı? Mən burada bunu cümləni düzəldim. Əcəba Cuğatay Türkcəsində sahibi olanı götürək. Yazar Suudi adlı Suudi adlı bir yazar var mı desək, bunu indi göndərsək bizə cümləmiz də düz olsun biraz. Dostlar, dünən bizim şəhərdə qar qarılırdı yaşadığımız yerdə. Amma bizim həyətdə gəzənələr çıxıbdı. Gəzənə çayıdır bu, yeriz boş. Cuğatay Türkcəsində və klassik ədəbiyyatda bu adla tanınan məşhur bir şair və ya yazar yoxdur. Lakin Osmanlı və Cuğatay mühitində Suudi təxəllüslü bir neçə kiçik şair və ya katibin izinə rast gəlmək mümkündür ki, onların içində ən tanınmışı Molla Məhəmməd ibn Əhməd ibn Adil ölümü 1000 Hicri tarixində adlı məşhur bir Osmanlı alimidir. Bu yazar barədə bunu qeyd etmək olar. Təxəllüs bu alim ədəbiyyat aləmində Suudi ya Məhəmməd Suudi kimi tanınır. Əsəri onun ən məşhur əsəri Mətali'us Suud adlanır ki, əslində coğrafiya və kainatın yaradılışı barədə yazılmış bir bu deyil. Dili əgər bir ayrı kitab olmasa, əcəba Mətali'us Səadət və Yənabi'ul Siyadət kitabı və yazarı haqda bilgilər toplaya bilərmisin? Görək ki, belə bir kitab tapa bilir, çox yaxşı olar. Mətali'us Səadə və Yənabi'ul Siyadət, səadətlərin doğuş yerləri və siyadət ağalıq, seyid keçir, yox, yəni ağa, böyük. Həzrəti Məhəmmədə nisbət verdiyimiz üçün ya Həzrət Peyğəmbərin ovladlarına, bilmirəm niyə bunu fəqət biz şiələr, niyə fəqət Həzrəti Fatimədən doğulan, gələn nəslə seyid deyirik. Məsələn, Həzrəti Osmanın iki xanımından ki, Həzrəti Məhəmmədin o birisi iki qızlarıdır, onlardan doğulanları niyə seyid demirik? Bu da mənə bir şeydir. Əgər Həzrəti Məhəmmədin qızı olmaq şərti isə, tamam, təhcə Fatimə xanım deyil ki, o iki bacımız da, anamız da daha önəmli bir şəxsiyyətdilər. Daha yaşları çoxdur, daha çox uzun ömür eləyiblər, daha çox İslamında rol oynayıblar. Çünki Həzrəti Fatimənin rolu çox az olubdur. Yəni yeri, o qiymətli Həzrəti Məhəmmədin 18-17 yaşında Allahın rəhmətinə gedibdir. Onun üçün çox ciddi bir yeri yoxdur Həzrəti Fatimənin. Amma təbii ki, qızlar böyük, xanım qızlar olublar, xanımlar olublar və xəlifə xanım olublar, ehtimalən xəlifə zamanında da diri olarmışlar, bilmirəm. Hər halda,
Deyir ki, Mətali-üs Səadə və Yenab-üs Səadə səadətlərin doğuş yerləri və səadətin qaynaqları əlyazma aləmində həm bədii təzyinatı, həm də elmi mövzusu ilə məşhur olan bir əsərdir. Bu kitab haqda əsas bilgilər belə xülasə etmək olar. Müəllif yazar. Bu əsər yazarı Məhəmməd ibn Əmir Həsən Əs-Suudi və ya qıssaca Məhəmməd Suudi. Üstəki adamdan bunun nə fərq oldu? Demişdi ki, bunun adı nədir? Molla Məhəmməd ibn Əhməd ibn Adil. Tamam, bu adamın adı nə oldu? Yazar. Bunu şey içində yazaq. Hələ şəkkimiz var. Məhəmməd ibn Əmir Həsən Əs-Suudi. Əl-Səudi. Muhammed Suudi. Tamam, bunun adı. Deyir ki, bu adam harada ölübdür? O 10-cu Hicri əsrinin 100 illik yəni məşhur alim, astronom və mütərcəmlərindən biri idi. Mövzu və içərici. Kitab əslində bir neçə elmi və irfani sahəni bir yerə toplayır. Belə bir şey yox. Astroloji və astronomi, kəvakibin ərələrin vəziyyəti, borcular və onların insan taleyinə təsiri. Doğru, buracan düz gəldi. Yəni, üstdəki irfani məsələləri deyəndə biraz şəkk elədim, amma kəvakibin məsələsini bağlaya bilərdim yenə. Fal və taley bilinir kainatın hərəkəti əsasında gələcək haqda təxminlər verir. İrfan və əxlaq, səadətə çatmaq yolları və fəziləti bir həyat sürmək üçün göstərişlər. Əsərin əhəmiyyəti və əlyazmaları. Bu kitabın ən böyük şöhrəti onun Osmanlı sarayı üçün hazırlanan miniatürlü nüsxələridir. Sultan Murad Salis dövründə. Pəs bunu da biz çağı da bildik, bunu da tapdıq. Çağ Sultan Murad Salis. Bu əsərin çox nayabdır, yəni tapılmaz, az tapılan və qiymətli miniatürlarla bəzənilmiş nüsxələri yaradılmışdır. Hazırda bu əsərin ən məşhur nüsxələrindən biri Fransa Milli Kitabxanasında Bibliothèque Nationale de France. Biz bunu orada baxarıq, görürük. Əvvəldə mən görmədim belə bir şey. Kitabın cildində də belə bir şey görmədim. Saxlanır. Bu nüsxə 1582-ci ildə Sultan Murad Salisin qızı Fatma Sultan üçün özəl olaraq hazırlanmışdır. Deyə bilirəm ki, mən indi yetimə gəlir ki, bu kitabı görmüşəm öncə. Çünki Fatma Sultanın adı gələndə yadıma düşdü ki, mən bu kitabı oxumuşam. Kitabdakı miniatürlər o dövrün məşhur nəqqaşları ehtimalən Ustad Osman və məktəbi tərəfindən çəkildiyi üçün hünər tarixi baxımından önəmi böyükdür. Dili. Əsər Osmanlı türkcəsində yazılmışdır, lakin dövrün ədəbi kökü olaraq ərəbcə və farsça istilahlarla zəngindir. Nöqtə. Bu əsər kainatın nəzmi ilə insan ruhunun əlaqəsini açıqlamağa çalışan kəmalati kitabı kimi də tanınır. Yəni bir adı da kəmalat ola bilər. İndi mən bunu burada bir söz dedi, bu mənə cəlib gəldi. Yəni bu Cimnay, AI bir söz dedi ki, çox cəlib gəldi. Bu əsər kainatın nəzmi ilə insan ruhunun əlaqəsi. Acaba biz dünyadan ayrı bir şey yox ki, bizdə təsir olmasın dünyanın? Bu bir sualdır ki, soruşa bilirəm. Siz bu əsərin xas bir tədqiqat və ya əlyazma kataloqu. Buna görə ki, bu suala cavab verəm, gedəm kitabın o cildinin sonunda olan oradan bir nəqqaşi salım mən. Bu əks salım, bunu verim, görüm bunu oxuya biləcək bizim üçün ki, bu kitab burası. Acaba bu kitabı oxuya biləcəkdir. Çünki orada dedi ki, bu şeydədir. Dedi ki, bu kitab Fransada var, ən önəmli nüsxəsi. Amma mən bunu deyirəm Vatikan, amma baxaq. Yəni, beləsi də qəzavət etməyək. Görək ki, bu kitabın
Tamam, bu kitab da oldu. İndi mən heç bir iş görmədən, o birisi bəhslərə getmədən bu kitabı verim. İstəmirəm də zehnimi dəyişdirsin. Amma fəqət bu adı verim ki, acaba bu adı mənə bir deyə oxuya bilər ki, bu nədir ya yox, onu göndərdiyiniz şəkil sözü gedən məşhur əlyazmanın Fransa dilindəki ayetdir. Fransada saxlanan. Şəkildə kitabın cildində yəni bu sözlər oxunur. Livre dis Agures beləsi. Bu ibarət türkçə qarşılığı fal kitabı və ya bəxt kitabı deməkdir. Bu dəqiq olaraq Məhəmməd Suudinin Mətali Üstədə və Yenab Üstədə əsərinin Fransa dilinə tərcümə edilmiş adlanmasıdır. Yəni bu da gördüyün deyir də, yəni bu şey eləməz. Fransaya Milli Kitabxanası BNF kimi böyük kolleksiyonlarda bu nadir əsər Avropalı tədqiqatçılar üçün bu adla kataloqlaşdırılıb. Kitabın içindəki miniatürlər fal, burcular və talibinliklə bağlı olduğu üçün Fransa dilində ağrus, falçılar və ya gələcəkdən xəbər verənlər kəlməsi seçilib. Bu şəkildəki cildin əskiliki və qızıl işəmə cild bəzəkləri onun 18-ci və ya 19-cu yüz əsri bir Fransa səhhaflığı olduğunu göstərir. Mən dedim, bu kitab ehtimalən buradan yazılıbdır onlara, ya da ki, yarımçılıq qalmalı, bunu göstərir, tələsik bunu çıxadıblar. Yəni, bu onu göstərir. Kitabımızı oxurduq, nə oldu? Kitabımıza nə gəldi bizim? Kitabımız getdi. İmad İslam. Tamam, açsıq təzəşdən. Bunları bağlayaq. Bağlamışdıq nəyisə. Təzəşdən açdıq. Kitabımızın tarixini tapdıq. Tarixi digər. Bir dənə, indi onu mən oxudum burada bir tarixi. Şeir ilə bərabər. Amma ondan sonra təzəşdən yenə bir şey yazıb tarixi haqqında. Bunu da oxuyaq. Mən fikirəm bu kitabı qabaqcan oxumuşduq. Suud kəlməsi tanışdı. Fatma Sultan xanımın adı mənə tanış gəldi. Miniatürlərin bir çoxu tanış gəldi. Fikirəm hətta bunun miniatürlərini saymışdım. Amma belə görək tarixi digər. Görək burada nə deyir? 72 elm oldu bu. Yenə burada aşağıda bu görürəm bunu. 72 elm oldu bu. Bu 72 elm oldu bu. Bu qırmızı yazıbdı. Yəni bununla tarixi bəyan edir. Altında da 990'ı yazıbdı. Aləmi mülkə qədəm bastım ki oldum əqlə yar, etmədim təzi oqat eylədim təhsili xub, gecə gündüz munis edindim kitab elmi bəs, qeyrə mail olmədim, mən gəzmədim qapu qəpu. Lütfi haqqa etimad edib cəhanda eylədim, fəzl و ilm و mərifət iqlimini həbcüstücü, həmdülillah ki müyəssər oldu bəhri ilm ilə, aşinalıq eylədim fəzlim büləndi su be su. Həzrət-i Şah-ı Cəhanın irdi səm-i pakinə, bu həqiri müxlisin əhvalı ovsafi qəmu, zat-ı pur əltafini Yavuz nəzərdən saxlasın. Yavuz, Sultan Səlim Yavuz da bu adla gəlir. Zat-ı pur əltafini Yavuz nəzərdən saxlasın. Burada Allaha işarə edir. Nəzərdən saxlasın. Burada Yavuz nəzər, əlbəttə mən dedim ki, Allaha yox, Allah deyil. Pis nəzərdən. Zat-ı pur əltafini Yavuz nəzərdən saxlasın. Allah o əltafın pis nəzərdən qorusun bizdən, bizim üçün. Haqq ədu olsun, haqq ədu olsun, ana kim olə, ol şahə ədu. Haqq ədu olsun ona, haqq Allah, ədu olsun ona, ana kim olə, ol şahə ədu. Hər kəsi şaha düşmən ola, Allah ona düşmən olsun.
طبع پاکیnden قپاردی بند سینه التفات. طبع پاکیnden قپاردی بند سینه التفات. تا ازل عادت durur kim mail olur xaça su. Su xaça mail olur, torpağa mail olur. Əmr-i alişan ilə bir neçə təlif eylədim. Əmr-i alişan ilə bir neçə təlif eylədim. Hər biri mənidə oldu bir niqar-ı xubru. Cümlədən biri də bu məcmuədir fərman ilə. Neçə kitab yazıbdı? Deyir, cümlədən biri də bu məcmuədir fərman ilə eylədim təhrir və tərtibində diqqət mu be mu. Çün bu uslub üzrə itmamın Suudi gördülər, dedilər tarixini 72 elm oldu bu. Çoxlu kitab yazıbdı bu adam. Bunun kitablarından biri də budur. İndi burada altında gəlin tarixin yazıbdı. Sonra da bir aşağıda son səhifədir bu, bəli. Son səhifəni oxudum. İndi bu ikinci səhifə olur bu kitabdan oxuruq əslində. Son səhifəni oxuyaq. Bu Əbdə Həqir özün deyir, görək kimdir? Salik-i Rah Məsudi. Bu Əbdə Həqir Salik-i Rah-i Məsudi Seyyid Məhəmməd ibn Əmir Həsən Əs-Suudi. Əsl adı yazarı Seyyid Məhəmməd ibn Əmir Həsən Əs-Suudi. Doğrudur. Həqiqən bu adı ki burada şey demişdi bizə, burada gördük. Müddət-i mədid və əhd-i bəid təhsil-i ulum-i şəriyyə və təkmil-i kəmalat-ı əsliyyə əsliyyə-i fəriyyə edib, sabiqa müftiyül İslam olan Mevlana Əbis-Suud Əfəndi xidmətinə yetişib, neçə yıl təfsir-i şərif oxuyub, bədəhu anlərdən mülazim olub, təriq-i müqtəzasınca neçə mədaris təsərrüf edib, hala 50 akça ilə, ayda 50 akça alır ehtimalən, görək ki, neçə alır. Hala 50 akça ilə, 50 akça ilə Səmaniyə mədrəsəsi olub, müdərrisi olub, Səmaniyə bir mədrəsənin adıdır, olur 8-ci. Səmaniyə müdərrisi olub, dəvam-ı dövlət-i padişahi 50 akça ilə Səmaniyə, elə bilər 58 olsun. Və o ilə və yerinə işlənir. 58 akça ilə. 50 akça ilə Səmaniyə, 58 akça ilə müdərrisi olub, dəvam-ı dövlət-i padişahiyə məşğuluz. Lakin məlum ola ki, bu halat və heysiyyat dəcüldür. İlla Həzrəti sahib qıran və xəlifə-i zamanın iksir-i nəzər inayətləri təsiri yudrikühü ibtidai əmrimizdən İbtidai əmrimizdən bu anə gəlincə xasə xidmətləri səadəti ilə müstəsəd və müşərrəf olub. Müstəsəd yəni köməklənmişik. Yəni mənə kömək veriblər. Məf'ul olur adam özü. Yəni köməklik alan adam olur. Müstəsəd və müşərrəf olub, şərəfyab olmuşam. Olub Cənab-ı səadətlərinin məxsus duaciləri və bəndələri olmağı izzət və səadət bilib bu heysiyyət ilə elmi, ələmi iftixarımız avci, yox, ələmi iftixarımız avci asmanə peyvəstə olmuşdur. Padişah üçün ilahi budurur səndən murad, dövlətini, şökətini, ömrünü eylə ziyad. Tamam, adam özünü tanıtdırdı, hüququnu da yazdı. Bu kitabı əcəba aylıq alırmış, günlük alırmış, bilmirəm. Amma fikirəm günlük olmayacaq, aylıq olacaq, 58 akça. İndi yazaq ki, 990-ci Hicri ilində 58 akça bu günkü alım satım gücü ilə
nə qədər olur? Görək ki, bunu nə deyir? 909-cu hicri ilində, yəni 1582 miladidə Osmanlı iqtisadiyyatı böyük devalüasyon, təğyir əyar ərəfəsində idi. O dövrün qiymətlərini və 58 aksiyanın bugünkü alım gücünü purchasing power hesab üçün iki yoldan getmək olar. Qızıl və gümüş əyarı ilə metalikdir. Yəni dəmir üstü ilə qızıl və şey ilə gedir. Qızıl və gümüş o zaman neçə idi, indi neçə olar? Onu bir onun üzü ilə gedir. O dövrdə bir Osmanlı sultanı qızılı, adı sultanidir, qızılın adı. Yəni indi məsələn hər məmləkətin özünün bir rəsmi qızıl adı vardı da. Onu deyir. Məsələn Türkiyədə mən indi bunu görmürəm, yəni bilmirəm nədir, amma İranda məsələn Azadi deyirlər, nə bilim Şah qızılı idi falan, bunlar vardı. O dövrdə bir Osmanlı sultanı qızılı flot təxminən 60 akçe idi. Bir qızıl, yəni o 60 akçe idi. Bu adamda 8 alınmış. Yəni 58 ada təqribən bir qızıl sikkəyə təxminən 3 gram 45 sot deyək xalis qızıl bərabər idi. Bu gün yəni 2026-da indi ilin apreli 1 qram qızılın qiyməti dünya bazarında təxminən 85-90 dolar ətrafındadır. Qızılın qiyməti bu qədərmi? 150 qram mən bilirdim, amma burada yazıb ki belə bir şey yoxdur. Mən bildiyim 150 qramdır dönən İsrail üçün, amma 3 gram 45 qızıl 310 dolar, çox aşağı dedi, bilmirəm niyə dedi. Yəni qızılın desaq, buradan geçsək, silver gücünə baxsaq, mən burada gedirəm, güncəl qiymətə baxaq. Burada yazıbdır ki, əlan gümüş girəmi 80-dir. Ya bilmirəm, girəmdir, nədir bu bilmirəm. Girəm deyil, bu üns deyə gedir. Bu da ünsü 4817 dolardır. İndi bilmirəm. Hər halda bu dedi 100 gram. Mən 100 dedi, biz də bunu 100 qəbul edirik. Nə edirik? 90. 380 dolar olur. Günlük məişət və əmək haqqı ilə 1990-cı illərdə İstanbulda bir sinf ustasının, məsələn bənna və ya nəccar, günlük muzduluğu təxminən 8 ilə 12 akçe arasında idi. 58 akçe bir peşəkar ustanın təxminən 5 ilə 7 günlük xalis qazancı kimidir. Bəs onda günlük alırmış bunu. Günlük alırmış. 58 akçe günlük alırmış. Bugün Kanada, Ontario bir helfəli ustanın günlük qazancı ortalama əlbəttə 300 dolar götürsək ki, belə bir şey yoxdur. Bu məbləğ təxminən 1500-2100 dolar alım gücünə müadil olur. Nəticə. Beləsi deyək. Əgər bu məbləği sadə bir alış-veriş, məsələn ərzaq üçün nəzərdə tutsaq, 58 akçe o zaman üçün kiçik bir pul deyildi. Bir Osmanlı məmurunun və ya bir alimin, katibinin təqribən bir həftəlik xərcini təmin edə bilərdi. Bir həftə. Təxmini bərabərlik. Misal üçün, metal ərzişi ilə qızıl 300 dolar, alım gücü və əmək haqqı ilə 1800 dolara gəlir. Tamam, bu qədər. Yəni mən istirdim əlbəttə bu ehtimalən günlük olacaqdı. 58 akçe ilə 990-cı
ildə alım gücünü mühasibə edər misin? Görək ki, o zaman bunun alım gücü nə qədərmiş? İndi 990-cı hicri ilində 58 aktörün alım gücünü daha dəqiq bazar qiymətləri ilə belə anlamaq olar. O dövrdə Osmanlı bazarında, xüsusən İstanbulda ərzaq qiymətləri nırx sistemi ilə bəlli edilirdi. 58 aktör ilə o zaman aşağıdakıları almaq mümkün idi. Ərzaq bazarında çörək bir aktör ilə təxminən 3-4 ədəd böyük çörək alınırdı. 58 aktör ilə təxminən 200 ədəd çörək almaq olardı. Ət. Bir oqqa təqribən 1 kilo 200 qram. Bir oqqa, bilmirdim mən bunu da ölçəşək. Bir oqqa 1 kilo 200 qram deməkdir. Qoyun əti 3-4 aktör idi. 58 aktör ilə təxminən 18-20 kiloqram ət almaq mümkün olurdu. Allah Allah. Düyü və yağlar. Bir oqqa yağ təxminən 8-10 aktör idi. 58 aktör ilə ailənin bir neçə aylıq yağ ehtiyacı ödənə bilirdi. Kitab və mədəniyyət aləmində. Sizin araşdırdığınız Mətaül Sadə kimi nadir və miniatürlü kitablar o dövrdə çox bahalı idi. 58 aktör bir katibin nəsix xətti ilə yazdığı sadə bir kitabı almağa yetişsə də miniatürlü və qızıl soylu, yox, indi deyək ki, qızıl suyuna çəkiliş yazıbdır. Çəkiliş saray nüsxələrinin qiyməti yüzlərlə, hətta minlərlə aktör idi. Alım gücünün xülasəsi. O dövrün iqtisadiyyatına görə bir ali məmurun və ya müdərrisin 2-3 günlük maaşıdır. Bir sənətkarın, Nəccar Bənnanın bir həftəlik qazancıdır. Bir sadə işçinin rüzmüz 20 günlük çörək puludur. Bugünkü alım gücü ilə Kanada və standartları ilə müqayisə etsək, bu məbləğ təxminən 1500-2000 dolar arasında bir dəyər edir. İndi deyək ki, Suudi Həzrətləri bu kitabın sonunda gəlirinin 58 aktör olduğunu göstərir. Əcəba başqa mənbələrdə ya Osmanlı hesab-kitab arşivlərində bəlli ola bilərmi ki, bu gəlir günlük müdür yoxsa həftəlik midir? Görək ki, bunun yəni bunlara baxanda biz burada müftə işləyirik əslində. Görək ki, nə deyir? Suudi Həzrətlərinin Məhəmməd ibn Əmir Həsən Əs-Suudi kəlamında keçən 58 aktör rəqəmini Osmanlı elmiyyə sinfinin və mədrəslərinin maaş sistemi ilə tutuşdurulduqda məsələ daha aydın olur. Osmanlıda müdərrislərin və yüksək rütbəli alimlərin gündəlici yevmiyyəsi, yevmiyyə idi. Yadıma gəlir, hətta bizə də yevmiyyə deyərdilər. Yəni, il məhsəlanlar 50 il bundan qabaq, məsələn, biz il məhsəlanlığa gedirdik, yevmiyyə alardıq. Əlbəttə bizə yevmiyyə deyərdilər, həftəlik verərdilər.
həftəlik deyərdilər. Osmanlıda müdərrislərin və yüksək rütbəli alimlərin gündəliyi, yomiyyəsi bəlli kateqoriyalarla bölünmüşdür. 58 ağzı rəqəmi Osmanlı hesab və arşiv qaynaqlarına görə böyük ehtimalla günlük yomiyyə gəlirdir. Bunu aşağıdakı dəlillərlə isbat etmək olar. Gündə bir belə alırmış. Yəni biz burada Allah daxili və xarici müdərrislikləri o dövrdə 16-cı əsrin sonunda miladi deyil, 9-cu İslam əsrində, hətta 8-ci olur da, ora təqribən 8-ci olur. Osmanlı yox. 9-cu olur. 9-cu olur. Osmanlı məktub arşivlərində məsələn Ətayinin Zeyli Şəqaiq əsərində müdərrislərin rütbələrinə görə maaşları qeyd olunub. Cəlibdir bunlar. 20'li, 30'lu, 40'lı müdərrislər adları üstündə göründüyü kimi günlük 20, 30 və ya 40 akçə alırdılar. 50'li və 60'lı müdərrislər bu rütbə hərciz və ya səhni səman müdərrislərindən sonra gələn üst rütbələrdir. Səhni səman, bu da Səman mədrəsəsində dərs deyirdi də, cəlibdir. Bu rütbə hərciz və ya hərciz adında bir yer var imiş ehtimalən, ya səhni səman müdərrislərindən sonra gələn üst rütbələrdir. 58 axça bir alimin yüksək səviyyəli bir müdərrislikdə və ya qazilikdə olduğuna dəlalət edir. Yomiyyə olduğunun məntiqi. Osmanlı maliyyə sistemində özəlliklə elmiyyə sinfində maaşlar həmişə günlük üzərindən hesablaşırdı. Lakin ödəmələr adətən 3 aydan bir qıst verilirdi. Əgər bu rəqəm həftəlik olsaydı, o dövrün bir yüksək səviyyəli kitab müəllifi üçün çox aşağı bir məbləğ olardı. Günlük 8 akça edərdi ki, bu sadə bir xadimin maaşıdır. Arşiv qaynaqlarında Suudi Məhəmməd Suudi Həzrətləri Sultan Murad Salis dövründə saraya yaxın və hörmətli bir alim idi. Onun elmi məqamı və mətali üz səadə kimi bir şah əsəri padişaha təqdim etməsi onun Musuf müdərris, yüksək rütbəli, adı Musuf müdərris bir məqam adıdır. Musuf müdərris olduğunu göstərir. Bu rütbədəki bir alimin günlük 58 akça alması o dövrün standartlarına tam uyğundur. Suudi Həzrətləri, indi cəlibdir bu hesablarıq, Suudi Həzrətlərinin qeyd etdiyi 58 akça o günün onun günlük gəliridir. Aylıq məcmuən 1740 akça edər, illik məcmuən təxminən 21.000 akça edər. Bu rəqəm o dövrədə bir alimin heç kəsə möhtac olmadan, hətta əlyazma kitablar almaq və xidmətçi saxlamaq üçün kifayət edən siyanətli bir yaşayışı təmin edərdi. Sizin tədqiqatınıza bu nöqtə müəllifin o dövrün iqtisadi hirəmində hansı pillədə dayandığını göstərmək baxımından çox qiymətli bir şeydir. İndi desək ki, bu bir ildə bunun bir ilinin maaşını hesablasaq, bu məbləği bugünkü alım gücün və qızıl gücün mühasibə eylə. Bu bizə çox ciddi bir şey göstərəcək. Düzdür, indi mən bir ayrı bəhsə getmişəm, kitabdan oxumuram, amma bizə göstərəcək ki, Osmanlıda bir dənə kitab yazmağın nə qədər ərci qiyməti var idi. Bu çox mühümdür. 990-cı hicri ilindəki 21.000 akça illik gəliri o dövrün iqtisadi şəraiti ilə bugünkü 2006 illəri ilə alım gücü arasında belə müqayisə etmək olar. Qızıl dəyəri ilə
o dövrdə bir Osmanlı qızılı siccəsi sultanı təqribən 60 ağça idi. Hesab eləsək 20.000-i 360 qızıl elər siccə. İldə hər gün bir siccə. 350 siccə. Üst-üstə deyək ki, 16 siccədə alsaydı gündə bir siccə alırdı. Hər bir sultani qızılı təxminən 3 gram 445 sot deyək. Mən bilmirəm bunları. Qram xalis qızıl idi. Bu plan toplam qızıl 1 milyon 207 gram 5 sot ya 50 sot olardı. Tamam. Bu da təxminən elər 1 kilogram qızıl, xalis qızıl. Bugünkü qiyməti ilə təxminən 90 dollardan hər girəmin hesablasaq nə qədər elər? Onu yazdı burada. 1 milyon 8 bu necə olacaqdı? Şəhərəm bunu qatışdırdı burada. 108 min yox 1 kilo bir belə eləməz çox elər. Amma burada beləsi yazdı. Bu 90 hardan gəldi? 90 dollar. Ha, 90 dollardan hesab eləyəndə gəlir 108 min. Amma kilodan çox olanda kilo belə deyil ki, kilo çoxdur. 300 mindən çox çıxır. Hər halda işimiz alım gücü ilə. Alım gücünə baxımından 21 min ağça o dövrün Osmanlı cəmiyyətində bir yüksək mərtəbəli məmur və ya baş müdərris həyatı sürmək üçün kifayət edərdi. Uzaq ərzaq baxımından o dövrün 21 ağçası ilə 70 min ədəd çörək almaq olardı. Çörək almaq üçün təxminən bugün o miqdar çörəki almaq üçün təqribən 140 min dolar pul lazımdır. O çörəyi almaq üçün 140 min dolar bugünkü pul lazımdır. O zaman 70 min çörəyi ala bilərdi ki, indi böyük çörək də, bugünkü çörəklər yox. Bugünkü o baget kimi görsənənlər yox, bəlkə o fətir kimi yekələr görsənənlər 140 min dolar lazım olardı o pulu almağa. Təbərrümə də baxın burada. Əmək haqqı ilə müqayisə. O zaman bir alimin illik 20 bin akçe kazanması sade bir işçinin kazancından təqribən 810 qat artıq idi. Bugün Kanadada ortalama bir işçi 50 bin dolar kazanırsa, Suudi Həzrətlərin məqami bugünkü 400 ilə 500 dolarlıq 500 min, 400 min ilə 500 min dolarlıq bir illik gəlirə müadil edir. Tamam, buraca mənə yetişər. Yəni mən fikirlərim ki, Osmanlıda və o yazının qiymətini bildik. Yazının qiymətini bildik. Bu çox önəmlidir. Yəni gündə 3 dirəm yarıma yaxın qızıl pul verilmişlər bir nəfər kitab yazsın. İndi bunu nəqqaşları da verirlər. Bunların hamısını verirlər. Yəni bu şey var. Tamam, kitabı qutardıq. Gələk kitabın əvvəlindən başlayaq. Görək ki, Mətali-us Səadə, Mutaliə. Ehtimalən bunun əşyasında yazılacaqdır, amma yazılmayıbdır ya da ki, gedib aradan. Bir neçə səhifə dedik ki, bunun şeyi vardı, fehristi var. Bu fehristlərdən geçdik. Burada əvvəlində bir yazı var. Əsli yazı buradadır. Mətali-us Səadət və Yanabi-us Səadə. Bu kitabı deyirəm, öncədən görmüşdük, nəzərimə gəlir. Amma burada bir oxuyaq yenə. Rəsmi xəzani sahibi səadət vəl-iqbal və malikətül-izzi vəl-cəlal dürre-i tac şahi, qurre-i cibhe-i padişahi, nobave-i باغ عزت و رفعت، ثمره شجره خلافت، نهال گلزار سلطنت، سروی بوستان ایالت، زینت خاندان آل عثمانی، زیور دودمان جهانبانی، ملکه müəzzəm, getdi xanım oldu burada. Bunu göstərir ki, hətta Osmanlı xanımları, yəni dərbardan danışıram, onlar da kitaba nə qədər maraqlıdırlar. Mələkə-i müəzzəm, məxdumə-i müfəxxəm, mələkə-i müəzzəmə, məxdumə-i müfəxxəmə, ərəbcə üçün bunları yazır. Xanımla kişini ayırmaq gərəkir. Nəsli pakizə-i Ali Osman, Həzrəti Fatimə Sultan xələdəllah Teala dövlətəhu və əbbədə izzətəha, dövlətəha və əbbədə izzətəha və
سعادتها الى یوم القیام به حرمت النبی علیه الصلاة و السلام آمین یا رب العالمین. بیت: بخت بادت همنشین و سعد badət همقرین، ömr badət bər davam و عز و dövlət həmçinin. Burada Fatimə xanıma yazıldığın, Fatimə Sultan yazıldığın gördük ki, bildik. Kitap sahibi yazaq, kitap sahibi Fatimə Sultan Həzrətləri Sultan, üçüncü yazaq, üçüncü Sultan Murad'ın bacısı. Bu da kitabın sahibini yazdık. Bu kitabın haqqında geniş bir kitabın əvvəlindən Bismillahla başlayır. Biz də Bismillahla başlayaq bu kitabdan oxumağa. Kitab-ı Mətali'us Səadət. Bismillahirrahmanirrahim. Həmd-ü sipası biqiyas ol xaligül cinni və nasə ki, cümle-i mevcudatı icad və ibda və dönlü kainatı və dökəl yazılıbdır. Bu, mən dünlü oxuram, yəni hər cürə. Dökəl çünki məna vermir. Bəlkə də mən bilmirəm, amma mən oxudum və dünlü kainatı inşa və ixtira edib, təbəqat-ı səmavat və əcram aliyat, rəf və məratib ərzeyni, tərtib ərzini, ərzeyn oxudum mən, 2 dana yer, amma burada ərzini, ərzini tərtibi rəsin üzərə vəz edib, bi müənnət, bi mü'nət, həman yəni yardımçısız, ya bi mənfi elə bilirik sözləri, bi müanət oxunacaq, mü'nət, yəni köməksiz. Calibdir, mən burada diqqət elədim. İndi mən burada duracağam, harada durur, orada bir dairə qoyur, yəni cümlə elə bir qutaran kimi olur, sonra feili gətirir. Bu bir calibdir. Bir də baxıram. Həmd-ü sipası biqiyas ol xaligül cinni və nasə ki, cümle-i mevcudatı icad və ibda və dənlü kainatı inşa və ixtira edib, təbəqat-ı səmavat və əcram aliyat rəf və məratib ərzini tərtib rəsən üzərə vəz edib, bi mü'nət, zəhmət və təəb, subatinə cebali şamixati səbəb edib, ani dəxi mənbə-i ənhar və uyun sailat və mənşə-i miyah cariyat etməklə درونی خاک siyahiden انواع اشجار و گیاه پیدا etmiştir ki her biri şkufe های بوقلمون و اسمار جوناجون مظهر و neçə fəvaid və mənafiə məsdərdir. Burada sadəcə burada feildir, məsdərdir. Bu məsdərdir dən sonra gəlibdir. O nöqtə kimi dediyimiz ki, dairədir, qızıl rəngi ilə rəhlənibdir. Və səna-i naməhdud dairə. Ol müdəbbiri bi misal və müsəvviri la yezalə ki, yenə də o əlimi belə eləyəndə, beləsə eləyim də, o cüs eləməyim. Beləsə eləyim, yəni bu ki, dairə oldu. Münşi ənva-i bihari zaxirat پر موجی که دروننده انواع حیوانات فوج دائر و بیروننده سوغنو سنابون سایر علمق ایل عبادی تمدن نهادی مقاصد معایش و انتعاشه و واصل علوب mütəəlliq qəza və qədər olan bəqa və həyatləri hasil olmuşdur. Və şükru sənayi bi həddu intiha ol qadiri bər kəmal və razıqi zülcəlalə ki
گلlerine انواعی تحف الالطاف و الطاف بیکران و اصناف ترفی اعطاف بی پایان احسان edip her موجوده neta خواص فواید نافعه ابداع olacaq ehtimalen ابداع ve cusur و اجساد جامدانده انوار ارواح لامعه ابداع edip صوری مصنوعی مختلفات و اشکال متباینات üzere تنویع و her birinin qabiliyyət və istedadına görə əmakin və bəqaə əmakin buqa olacaqdır. Əmakin və buqaə tozii eyliyib ol cümlədən növ-i insani lətayif və iradət və zəraif lüğat ilə müzəyyən və cöhəri nəzif ruhani ilə ki آلت ادراک معانیدر ممتاز و معین اتمشل جوهر علمی چی ماده حیات و شرمایی حیات بعد الممات در جایز و درر غرر مواهب کمالات قدسیه و تقربات ünsiyeye faiz olmuşdur. Burada da fiil birinci ikinci dəfədir ki, fiil gəldi. Və envai ibarat raiqə və əsna, yenə burada şey var da, tutmuram bunları, çünki gərək onda elə əlim hey belə geçsin, gəlsin. Və əsnab-ı lüğat faiqə ilə ma fi zəmirini e'lam üçün sün-i əcib və vəz-i dilfərib üzərə lisan və şəfəteyn və isnan tərkib və tərtib etmişdir. Burada iki dana etmişdirdən həm qabaq, həm sonra qoyubdur. Zehi Xuday mütəal və sani bərkemal. Durduğum yerlərdə bu şey nöqtə kimlər dedim var. Və məbud bi zəbal və qadir bi misal ki çünhi həqiqəti idrakə uqul və fuhul heyran və fuhum nüfus əhl bəsair sərgərdandır. Bəhs-i sani dikləmi qüdrəti ilə, burada dikləm nə deyəcəkdir bilmirəm. Bəhsi در əcəb sani dinləmi qüdrəti ilə əcəb tərtibdir bu vəz əflac. Şeir olacaq ehtimalən burası, amma yazmır. Aha, bəli, şeiridir, mən iştibah eləmişəm. Buradan başlayacaqdır, adıdır Liqa-elihi, nə mənə? Liqa-elihi. Kitabı yazan bunu yazıbdır. Yəni şeir bunun özündəndir. Liqa-elihi. Salıbdır çarçıvəyə, şeir aşağıda gəlir. Şey deyim. Əcəb sani dəcilmi qüdrəti ilə ki hər şeyi yərətdi hikməti ilə əcəb tərtibidir bu vəz əflak dəxi tərtib nar و bad و ma و xac Teala Allah zihi sün-i ilahi yərətdi sudə mahi göcdə mahi. Budur təhqiq ey sahibi kiramət yetişməz qüdrəti vəsfinə qüdrət necə izan edinsün ani dərrac erişməz hikmətinə əql و idrak. Bu vadidə kəmal əql əlhəq kəmalul əql əlhəq kəmal əql əlhəq qüsurə etiraf etməkdir ancaq. Həziz xaçdən tauz rifət edər birlicinə her şey dəlalət. Qutardı. Şeir burada qutardı. Devam edirik. Və enva'i məhamid biğayə və əsnaf mədayih binəhayə ol Xuday Rabbil Alamin və ərhamir rahiminə ki zübde-i bəşəri cümle-i məxluqat ma beynindən təsfiyə və kafe mevcudat miyanından təzkiyə eylədi ta ki enbiya sahib mucizat bahirat və bəyinat zahirat ittiba edib. İttiba nə deməkdir? İstəmirəm cidden lüğətlərə, onda qalaram. İttiba edib qullərini təriq haqqu sidadə
هدایت و ارشاد ایلیه. خصوصا اول افضل موجودات و اشرم مخلوقات انفس جواهرینی آدم، جواهر بنی آدم و ازهر ظواهر مکونات عالم، سلطان سریر اصطفا حضرت محمد مصطفی صلی الله علیه و سلم، ما تعاقب الانوار و الظلم چی؟ چافی انامه دلائل بینات و براهین قاطعات ایل مبعوث عقدگشای راه دین و بیشوای عالم یقین olmuştur. حبذا روح مقدس و ذات بی دنس چی؟ نه demaqdır, bu bilmirəm, دنس نه demaqdır. و ذات بی دنس چه؟ şəvaib adat ilə müdənnas. Dənas sözündən müdənnas və mənus. Acaba üns kəlməsindən gələcək? Yox, dənsidə üns kəlməsində dal yoxdur. Olan zəvat-ı nüfus, ənhar lütf-ü hidayəti ilə mütetahir, ənhar lütf-ü hidayəti ilə mütetahir və ənvair mehr risaləti ilə mütenevvir olmuşlardır. Liqailihi gene bir şeir ihtimalen deyir. Gedək buna. Ya Resulallah, cahan zulmündən olmazdı xilas. Ta qiyamət nur şər'in olmasa roşan çıraq. Şəm-i cənbi ənbiyasən, mehri çərx əsfiya, toldu nurun fوق تحت و بیش و پس همسل و ساق. صلی الله علیه و علی آله و اصحابه المتادبین به آدابه الراشدین المهدیین صلوات دائمة الى یوم الدین. Ama بعد buradan iki səfədən biraz çox, iki səfə deyək, kollən özünün iradətin Allah'a, Hazreti Allah'a, Hazreti Resulullah, əshaba göstərdi. İndi burada amma bəd qırmızı ilə yazır və əsli mətləb buradan başlanır. Əshab-ı mərifət və ərbab-ı bəsirətə xəfi olmaya ki, iradəti əzəliyyə. Xəfi olmaya ki, iradət əzəliyyə və inayət ləmyəzəliyyə çünkü künzen məxfiyyən fəəhbəbtu ən ö'rəfə müqtəzasınca ki, icad aləm imkan və ibdai ətvar kün fəkânə mütəəlliq olmuşdur, təəlluq etmiştir. İki qism üzərinə olmasına fərman-ı qəza cəryan bulmuşdur. Birisi aləm-i ülvidir ki, aləm-i əcram-ı aliyatıdır. Aləm ülvi dedi ki, nə mənədir? Aləm əcram alı. Bu göydəki yerdən ki biz baxırıq, nə mənə göydə görürük? Ora göy deyəndə yəni bizim dövrəbərimizdir, amma biz kiçik olduğumuz üçün oranı göy görürük. Bəlkə o qədər yekə olsaydıq ki, məsələn yer kürəsi kimi olaydıq və hər tərəfi görə biləydik, onda biz görərdik ki, ortada yox, bir yerdə, yəni göyün ortasında bir yerdik, hər yerimiz dövrəsi aldıqdır, bir səfəsin bir ortasındayıq, bilmirik hardayıq. Pəs aləm ülvidir ki, aləm əcram aliyatıdır. Göydəki ulduzlarca da aləmə ülvi bildi. Mən bu cür bilmirdim. Burada, çünki bu öz o şeydən baxır, yəni öz elmi açısından baxır, beləsi düşünür. Və əgər əflaku, əgər kəvakib, nəyyirat, işıq verənlər və əgər ruhaniyat cəmi mevcudat və sair ərvah müqəddəsatıdır, yəni onlar oradadılar da aləm ülvini deyir. Pəs birisi aləm ülvidir ki, aləm əcram aliyatıdır və əgər əflaku, əgər kəvakib, nəyyirat və əgər ruhaniyat cəmi mevcudat, ruhaniyyət ruhlardan danışır da, ruhlar və sair ərvah müqəddəsatıdır. Yəni onlar da orada vardı. Mən deyirdim, fəqət ulduzları deyir, yox, gördüm ki, burada yox. Ərvahı da dedi, müqəddəsatı da dedi, orada. Və birisi dəxi aləmi sufladır ki, aləmi ənasur deməklə təbir olunur ki, atəş و bad و آب و خاکdır. Və dəxi onda hadisu peyda,
Hadis o peyda ikisi de bir sözdür. Hadis o peyda və mütəvəllid-i Hüveyda, mütəvəllid doğulan, doğulmuş, Hüveyda görünən, tapılmış. Kəlmələri ikisinin birindən oynur. Yəni bir-birindən gəlir. Bu qədimdə çox idi. İndi deyirlər qıssa yazın, bunları məsələn bir dana gətirməyin. Olanlar ki, məvalid sələsə kimi ki, məvalid sələsə nədir? Həyvanu, məadin و nəbatatudur. Və hərəkat و səkanat و sair mükəvvənat. Əgər zat و əgər sifatudur və bundan dəxi murad zat insanidir ki, anda فأحببت أن أعرف مفهوم قلب ایله مسما bir ayine musaffa ve mücellayı ve meclayı mücella ibda etmiştir ki mahalli zuhuri tecelli cümle sıfat uluhiyet ve mazhar envar sıfat cemal rububiyet ola ani dahi vəz-i hikmət üzərinə mürəttəb ola bilər, amma təşdid olmadığı üçün bu kitabın yazılarının üstündə səsləri qoyub. Bunu da unutmuşam deyəm ki, yazıların üstündə tək hərflərin səsi var. Mən fəqət təşdid görmürəm, təşdiddən qeyri hər şey yerindədir. Mürəttəb edib ülvi və süflidən mürəkkəb olacaqdır. Ülvi və süflidən mürəkkəb etmişdir ki, süflisi bədəni insanı deyir da, süflisi aşağısı, süflisi bədəni kəsif. Kəsifdən mənzur yəni qalin olan, yoxsa çirkli yox. Əlbəttə çirkli anlamına da gələ bilər burada. Çir və kəsif anlamına gələ bilər. Süflisi bədəni kəsif və ülvisi ruhi latifidir. Beyt. Çün bülendü pest با هم یار شد چون بلندü pest با هم یار شد آدمی اعجوبه اسرار شد پس نظر احوال مکنونات eden پس نظری احوال مکنونات eden صاحب حکمت و اهل fitnete layıqdır ki alemi ülvidə olan əcaib məsnuat və qəraib təsirata dəxi nəzər edib Cənabi Rəbbi İzzətün kəmal əzəmət və cəlalın mülahizə edib kəndi ayinəsindən məqsud olan məaniyi surətə gətirmiş ola. Pəs ol əshab-ı hikmətün zübdəsi və ərbab-ı bəsirətün cüzidəsi سرافراز جمهور اهل سلوک سلطان سلاطین و ملوک حامی حوزة الاسلام و الایمان ماهی ظلام الکفر و الطغیان کهف الانام ملاذ الایام مولا ملوک العرب و العجم و الروم چاسر الاکاسرتی و قهرمان الگروم ناشر لوای فرسای سلطانی مشید قواعد حکومت و جهانبانی خسروی سزاواری تاج و تخت خدیو فرمان فرمای بیدار بخت شاه عدالت جستر پادشاهی بلندختر. şeirindən deyir ki bu şah kimdir? لقائله نه şəhdir kim cəhanə nur ədli günəşdən daxi artıqdır ziyadə zülami rəf edir xurşid ancaq bu zülmi dəf edər həddən ziyadə bələdədir ana asi olanlar himasində olan zövq-u səfadə himayət sözündən gəldi. Himasində olan zövq-u səfadə yaraşır ol şəhün nət-i fələkdə önüncə yürüyə şəhlər piyadə önüncə qabağıcan önüncə yürüyə şəhlər piyadə lisani hal ilə söylər hər iqlim və həmdülillah ki erişdik murada. Murad Sultan 3. Sultan Muradın adını da burada
gətirdi. Mədar aləmi qutb əzəm müizzil İslam vəl müslimin qamil kəfərəti vəl mülhidin əs-Sultan ibn Sultan مفخر دودمان آل عثمان سلطان مراد خان ابن سلطان سلیم خان ابن سلطان سلیمان خان خلد الله تعالی دولته و عبد شوکته و سولته و سلطنته و جعل اوامره مطاعتا الى ساعة القیام و القیام الساعه آمین یا مجیب السائلین. Beyt. Burada şahın adını gətirdi. Biz də bunları oxuduğumuz üçün dahi istəmədim bunları üstündə uzunca bəhs elədik. Çox gözəl bir bəhs keçirdik. İlə saətil qiyam və qiyam saət amin ya mucib sailin beyt. Humayun bad روز و سال و ماهش مظفر باد بر دشمن سپاهش. Bu معنای حکمت آثاری و مقصدی فضیلتی شعاری ملاحظه buyurup احرام عالیات و اجسام فلکیات متعلق بروز و چواجب مصور مشکل şekilli مشکل bir kitab لطیف mücədvəl ibraz buyurub. Yəni xanımla danışır, amma hər halda o xanım Fatimə Sultan belə bir şey istəyibdi ki, şəkilli və cədvəlli olsun. فَأَجْسَامِ فَلَكِيَّاتَ مُتَعَلِّقْ بُرُوز və kəvakib müsəvvər müşəkkəl bir kitab لطیف mücədvəl ibraz buyurub. Lakin əbkar məanisi, əbkar bekarətdən gəlir. Bekarlıq da yəni əslən görünməmiş ya az görünmüş. Əbkar məanisi hilyə-i alfaz ərəbiyyə ilə məhəlla bir buluki nigar ziba olmaq ilə hər kəsə əvvəl nəzərdə bir zəhmət təəmmül müsəxxər olmadan iba etməkin bu əbd həqir kəsir təqsirlərinə lisan-ı türkiyə tərcümə olunması üçün əmr-i şərif faiz nurləri zuhur və sudur buldu. Pəs deyibdi ki, bir dənə ərəbi olmadan, içində ərəbisi olmadan bir kitab yaz mənə. Türkcə. Diqqət buyurun, bu işi Osmanlı Türkcə düşmənidir və Türk, yəni eşkək, belə bir şey bizə Atatürkdən bu bizə deyiblər bunları. Həm İranda, həm Türkiyədə deyiblər bunu. Bizə öyrədiblər ki, belə deyiblər. Amma baxırıq görürük ki, 457 il bundan qabaq, bəlkə də hətta ondan öncə bir xanım, Osmanlı bir sultan xanım kitab dəstur verir, bir kitab yazın mənə. Bu kitab miniatürlə də olacaq, cədvəllərlə də olacaq, amma türkcə olacaq, ərəbcə olmayacaq. Yəni indi biz yaxşı Türkiyədə bir kitab yazın ki, türkcə olsun. İçində rusca, fransızca, almanca, ingiliscə söz işlənməsin. Ya da az işlənsin. Nə qədər müşküldür. Ya Rusiya işğalından qurtaran Türk Cumhuriyyətlərində deyərsiniz ki, Rusiya dilinin, Rus dilinin təsiri olmadan, ətkisi olmadan bir kitab yazın. Ya az ətkisi olandan bir yazın. Məmuli xəbərlər mən bəzən oxuyuram Azərbaycan Cumhuriyyətindən. Baş tapa bilmirəm. Çünki o qədər içində, yazının içində bir məqalə oxudum. Bir xanım qız gözəl də bir məqalə yazmışdı. Latin əlifba ilə, yəni bugün Azərbaycanda işlənən əlifba ilə yazmışdı. Əgər səhv etmirəm, fəlsəfi və yaşama görə idi. Facebookda qoymuşdum. Mənə də təsadüfən gəldi, rast gəldi. İstədim oxuyam. Bir-iki sətir oxudum, gördüm ki, mən bunu oxumaq üçün gərək gedəm Rus dikşnerisi açam, sözlüyü açam, o sözlükdən baxam görəm ki, bu xanım nə yazmaq istəyir? Nə demək istəyir? Tamam. Lüsan-ı Türkiyə tərcümə olunması üçün bizim beynimizi istəyirəm bunu deyəm. Bugün əvvəldə dedim, yenə də deyirəm. Bizim beynimizi yıxayıblar və özümüzə qarşı beyin düzəldiblər bizə.
Biz onun üçün hər şeyi o şey üçün dövlətlər keçən 100 ildə bizə veriblər, 250 ildə yazarlar bizə veriblər. Biz dünyanı onların əli ilə, onların gözü ilə görürük. Onların qəzabəti ilə qəzabət edirik. Və müşkül buradır. Ki heç birimiz bu kitabda görmüşük Sultan Fatimə Sultan 450 il bundan qabaq ən azından. Deyək ki, bu yaşda, məsələn, 30 yaşı var bu yaşda kitab deyir. Ya 40 yaşı var, ya 50 yaşı var, ya 20 yaşı var. Da 18 yaşı yoxdur ki, deyə dəstur verən mənə kitab verin. Həttəmən bu xanım bir böyük bir xanımdır, bir təcrübəyə yetişibdir, bir savadı vardı, filanı vardı, bir düşüncəsi vardı, ailədə bir düşüncə vardı. Onun üzrə deyir mənə türkçə kitab yaz. Lisan-ı Türkiyə tərcümə olunması üçün əmr-i şərif faiz-i nurləri zuhur və sudur buldu. İmtisalən li əmr-il ali. Görürsə, ərəbcə burada gəldi yenə. Biz ərəbcə bunu görürük. Xidmətə şuru və iştiğali əmr lazım və çari mühüm görülüb, ol çari səadət əncamə zürəti və iqdam olundu. Pəs, indi diqqət və burada cümlələr çox cıqqılı-cıqqılı olduğu üçün mən durmağı, burada durum, fəqət genələ görək ki, feili harda yazır. Türkiyə tərcümə olunması üçün əmr-i şərif faiz-i nurləri zuhur və sudur buldu. İmtisalən li əmr-il ali, xidmətə şuru və iştiğali, əmr lazım və çar-ı mühüm görülüb, ol çar-ı səadət əncamə zür'atü və iqdam olundu. Pəs mردم دیده ریاض معانی پس مردم دیده ریاض معانیسinde سیران etdüşdə bəzi məvazində xilal nüqsan müşahidə edib təmimi faidə və tənmimi aidə qəsd olunub xilalini islah və ibram və nüqsanini təkmil və itmam edib Cənab-ı Səltənətdən məmur olunan üzrə, burada şeylə qarşılaşırıq, bir minyaturla qarşılaşırıq, birinci minyaturla, xidmətə iqdam, bu şeirinlə o xidməti, özünün əksi, ehtimalən bu adamın özünün əksidir. İndi burada diqqət eləsək, bir dənə uşaq, iki dənə oğlan uşağı görürük, ya qız uşağı görürük, xidmətkardırlar hər halda. İki dənə də böyük adam görürük, çox şik paltar giyiblər, başlarında Osmanlı börkü, arxadan da beləsi gedir əşağıya, çerilər kimi, xidmətdə durubdur. Ola bilər ki, bunlar çeri olalar, əl sinədə, bu cürsük tutublar, əl sinədə və birinin də əlində bir yel vuran kimi bir şey var. O da yazmağa məşğuldur. Yəni, ehtimalən bu onun qiyafəsi olacaqdır. Bir böyük alimlərin börkündən o zaman qabıq deyirlər, qabıqlardan qoyub başına və kitabları qoyub qabağına bir şey yazır. Çox cəlibdir. Yazıb ki, xidmətə iqdam üzərə qiyam göstərildi. Onu beləsi yazıbdır. Davam edir, kitabın qalansın. Orada qalmış nədən? Məmur olunan üzərə davamı var, hələ orada nöqtə yoxdur. Şəni məali unvanı pürkərəm və zat-ı məali sifat vəl-əhəm valahiməm lərinin burada nöqtə kimi var, virgül kimidir bəlkə. Şeir kimi olduğu üçün belə yazılır. Lərinin əltaf-u ətaf-ı cəmil-ül əvsafindən mərcu və mütəvəqqi və mə'mul و mütəzərri'dür ki, dəvai himəm və məsai qələm ilə dəst dərhəm edib Qəvvas var, dəryay fikrətdən istixrac ləali şahvar etmişdir. Vaqi olan qusuru ziləlin və kani qərihətdən zəvahiri ziqiməti ki silki intizamə çəkmişdir zuhur edən xiləlin
daməni əfv və ehsan ilə məstur qılıb. Nəzər atif da buradan bu cümlələr uzanılır, nəfəsim yetişməz, ona görə elə buradan qayaq qalsın. Nəzər atif, atifəti kimya xasiyyətləri ilə mənzur buyurmaq ilə kitabət məasir التافləri səfhəyə çartaq ənasürdə mühəlla və bu əbd həqirlərinin elm ələmi iftixari divari fələk dəvvar üzərə müəlla qılinə. İbtidai kəlam. Burada kitabın özü başlayır. Buradan da mən fikirəm indi 2 saata yaxındır. Bəli, 2 saata 5 dəqiqə qalır. 5-10 dəqiqədə oxuyayım, elə bu kitab bu günləri bizi görər. Bu səhifəni oxuyayım, ondan sonra burada qutaraq. İbtidai kəlam. Burada nə demişdi? Müqəddəmə idi. Allaha, Peyğəmbərə, əimmiyə iradətini göstərdi. Sonra sultana iradətini göstərdi. Onun haqqında danışdı. Sonra bu kitabı oxuyanlara, alimlərə dedi ki, mənim qüsurum olursa, xiləli olsa, onları görmədim tutun və islah eləyin. Danlamayın, yəni əlimdən gələn budur. Çox gözəldir, yəni çox bir əxlaq var imiş yazarda. Özün məndən sonra heç kəs yoxdur, de görmürmüş. İbtidai kəlam. Ərbab-ı bəsirətə xəfi olmaya ki, əvvəla bu kitab cami-ül lətaiftə, bu kitabı cami-ül lətaiftə tali-i mevlud əhvalin irad eylədük. Tali mevlud, mevlud doğulan uşaq. Doğulan uşağın taliin, əhvalın, necə olmağın, əhval halların, vəziyyətin irad eylədük. Zira insanın ibtidai əmrində olan haldən bəhsüdür. Pəs təqdimi dəxi, burada kitab biraz zərif yazılıbdır. Yəni xəttlər qabaqışına görə, öncəkinə görə biraz kiçik yazılır. Mənim də gözümdə biraz bəzən. Pəs təqdimi dəxi rəva görülmüşdür ki, lakin bir kişinin əvvəla taliin bilmək lazımdır. Ondan sonra bununla əməl mümkün olur. Tali bilmək isə bir kişi dünyaya gəldüyü zamanda tali fələk, yəni o zamanında məşriqi tərəfində ufuqdan yuqarı qalqan cüz-i fələk nöhdür və nədir? Cüz-i fələk nədir və nə burcudur? Ani nücum-i əhvalın bülür. Bir hazik kimsənə bilmək gərəkdir. Əlbəttə, görürsən, falı bilmək burada deyir ki, bu cür deyir ki, desən falsiyə deyəsən deyil. Bu gərək əvvəl bilə ki, ay, gün və bu ulduzlar göydə nə vəziyyətdədirlər o doğulan halda. Çox, yəni bu cür deyir ki, desən falsı, elə hər kəs falsı ola bilmir zahirə. O zaman. Bir də oxuyayım buranı. Yəni, o zamanıda məşriq tərəfində gün doğanda, üfüqdən yuqarı, indi gün istir, çıxa, beləsi qalxır da, qalqan cüz-i fələk nədir və nə burcudur? Ani nücum əhvalın bülür. Bir hazik kimsənə bilmək gərəkdir. Deyəcək, bunu bilən bir adama müraciə eləyəsiniz. Gedəsiniz onun yanına, gərəkdir. Əlbəttə, buruc-i isna əşərin 12 dana borcular, yəni aylar ki, göydə, deyək ki, səyyarələr ki vardı. Buruc-i isna əşərin dərəcətindən birisindən olacaqdır. Bunların dərəcələri var, o dərəcələrdən biri olacaq bu doğanda. Olacaqdır, hara getdik? Zira fələk cümlə 12 burca təqsim olmuşdur. Bizim dövrəmiz fələk deyəndə belə bir dairə çıxır yerin dövrəsində. Gördüyümüz hər şey. O deyir ki, bir dairə hesab olur. Fələk cümlə 12 burca təqsim olmuşdur. 12 aya bölünmüşdür. Pəs Qənqi burcuda hangi burcu? Qənqi hangi? Pəs Qənqi burcuda idi ki, büləndindən, belindükdən, yəni o bilindükdən həman. Bilindükdən sonra ana görə bu kitaba müraciət olunub əhkamı görürlər. Əvvəl gərək o ay
Yəni hansı gün doğulub, hansı saniyə doğulubdur, orada ay nə cür idi, gün nə cür idi, bunları biləsən, ya o birisi şeylər biləsən, onları biləndən sonra bu kitaba müraciə eləyəsən. Ki məsələn indi məsələn ay səhər çağı nə vəziyyətdədir? Ya əgər gün çıxır neçə dərəcədədir? Nə bilim indi ətaruddur, zöhrədir. Mən bunları bilmirəm. Yəni bilmədiyim üçün də bunlara keçməyim, amma sevirəm. Yəni düzün deyim ki, yavaş-yavaş məndə buna bir əlaqə tapılır ki, bunları adam öyrənsin, öyrənməsin, niyə öyrənməsin ki? Bu kitaba müraciət olunub, əhkamı görülə və əgər bu təriq ilə bilinmək mümkün olmaz isə, indi ki, beləsin bəlli olmadı ki, bu uşaq ha vaxt doğulubdur. Olmazsa, əvvəl taliin tutə. Əvvəl taliğin tutacakın kimsənin ismini ələsin. Əlif, la, əliflamsız. Bir adamın əliflamsız. Məsələn, deyir ki, Əl-Həsən, əliflamı götürərsən, Həsən qalar. İndi deyir, onu bilməsən, nə edəcəksən? Bilməzsə, əvvəl taliin tutacakın, hər kəsin taliyin tutursan onun, kimsənin ismini ələsən əliflamsız və ləqəbsüz və künyətsiz. Bunlar olmuyor. Və doğuran anəsi adını aləsin. O ana ki onu doğubdu, onun da adını alasan. Onu da yenə əliflamsız, ləqəbsiz, künyətsiz, bu cürsə adını alasan. Ad görün nə qədər mühümdür. İnsanda adı qoysaz, gələcəyi görsədir ki, bu uşaq nə cür olacaq. Yəni bu təsiri var, həttəmən təsiri var ki, belə deyirlər. Ya da qədim belə inanırmışlar. Mən deməyim həttəmən təsiri var, çünki mən bilmirəm təsiri var yox. Bəzi adlarda görürəm, bəzi adlarda görmürəm. Misal burada məsələn Məhəmməd, bir çox adam var, oğrudur, əyridir. Hər nə desəz, xaindir. Amma bəzi adamlar da var, vaqəən adına yaraşan adil deyəndə, adil adam vaqəən adildir. Rəuf deyəndə vaqəən rəufdur. Məhəmməd deyəndə vaqəən Məhəmməddir. Yəni əxlaqı gözəl, özü gözəl, pucusu yəni. Dedi ki, ismini aləsin. Əliflamsız, ləqəbsiz, künyətsiz və doğuran anəsi adını aləsən. Cümlə kəbir hesabincə, cüməli kəbir. Biz burada hərdən bu işi görürük da, tarixi çıxartmaq üçün hərflərin, hər hərfin müqabil ədədi nədir, onu tapasan. Cüməli kəbir hesabincə cəm edəsin və onun ikişər, iki dana, ikişər yəni iki dana 12'şər tərh edəsən. Dedin nə mənə? Hesabincə cəm edəsin və 12'şər tərh edəsin. 12 böləsən. Yəni indi oldu məsələn deyək ki, doğum günü, ayı, ili bir-biri ilə cəm elədik, oldu bir ədəd. Məsələn oldu İslam tarixi ilə 1447-dir. 30 deyək 30-cı gündə olubdu. Bu oldu 47-nin üstünə gətirək beləsi bir cəm eləyək da, deyək ki, məsələn deyirəm, mən bunu indi 1447-dir, bir dənə uşaq bu gün oldu. Bu günləri ayın bilmirəm, məsələn deyək 30-udur, mən bilmirəm neçəsidir. Bunu bir əlavə eləyək 30, bir əlavə eləyək, məsələn neçimci aydır, məsələn deyək 11-ci aydır. Bir əlavə eləyək 11-ci ay, gəldi oldu bir belə. Bunu 12 böləcəyik, yəni təqsim eləsək 12-yə bölsək 23 oldu. 12'ye böldük, oldu 23. Məsələn, indi beləsi dedi. Mən bilmirəm, əlbəttə bunları dedim, mən bilmirəm. 12 şər tərh edəsin. Baqi nə qalırsa, yəni indi bu qaldı 23. Nə qalırsa, ədəd tamam olduğu yerdə buruc üzərinə təqsim edəsin. Bu nə qaldı, onu 12 yerə böləsən tezlaşdı, yəni buruc üzərinə təqsim edəsin. Məsələn, bir qalırsa, bir olursa həməl, 2 qalırsa səvr, 3 qalırsa cəvz, 4 qalırsa sərətan. Əlbəttə burada ananın adını da istirdi da, yəni deyək ki, bir dənə anasının da adı olacaqdı, onu da cəm eləyəcəkdik, onun
ondan sonra gələcəkdir. Bu əbcəd hərfi ilə. Mən onu başarmadım. Mən doğum tarixlərini qoydum. Amma bu doğum tarixindən əlavə ananın adını istir, uşağın adını istir. Onların da əlifba qarşısını tapacaqsan. Onları bu cür cəm eləyəcəksən, 12-yə təqsim eləyəcəksən, 12 12. O qalan ədədi əgər 1 olursa həməl ayı, 2 qalırsa səvr, 3 qalırsa cəvza, 4 qalırsa sərətan, 5 qalırsa əsəd, 6 qalırsa sünbilə, 7 qalırsa mizan, 8 qalırsa əqrəb, 9 qalırsa qavs, 10 qalırsa cədyə, 11 qalırsa dəlv, 12 qalırsa huddur. Yəni beləsi bir şey. Məsələn indi bunu mən istəmirəm gedim, amma eləmək olardı. Məsələn mən özümü, anamın adını cəmləsək, deyək ki, bilmirəm mən hansı gündə olmuşam, vaqəən də bilmirəm. Mən çünki indi 3 mənə 3 doğum tuturuq hərdən. Çünki mən sicillidə yazılıb ki, Fərvərdinin 10-unda olmuşam. Nənəm deyir ki, sən böyük nənən öləndən 20 gün sonra ya 40 gün sonra ölmüsən, dədəmin nənəsi öləndən 20 gün sonra olmuşsan, düşür Fərvərdinin 20-sinə. Beləsi bir vəziyyət vardı. O üçüncüsünü demirəm. Üçüncüsü də bir ayrıdır. O da düşür. İndi burada mənim anamın adı lazımdır. Onun cüməli kəbiri ilə hesab eləmək lazımdır ki, ədədləri çıxsın. Mənim adım lazımdır, ədədləri çıxsın. Onda mənim doğum tarixim lazımdır, çıxsın ki, indi hangisini tutacağıq? Doğumu tutmaq lazımdır. O çizildə yazılan bəzən doğum olmur. Bəzi indi uşaqlar doğanda xəstəxanada doğduğu üçün onun doğan saatını da, saniyəsini də yazırlar. O da gözəldir. Onları tapandan sonra onları hesablırsan, cəm edirsən, bölürsən 12-yə, 12-yə böləndən sonra gəlir çıxır son ədəd hər nə qalırsa onu. Məsələn bu 23-ü təzəşdən bölməliyik 12-yə. 12-yə bölsək cəlibdir bunu. Qoy mən bunu bölüm 12-yə görək nə çıxacaqdı. 12-yə bölsək, məsələn əlbəttə bu deyil də, amma 1.91 gəlir. Yəni yoxdur bu belə bir şey. 2-yə düşür məsələn üst-üstə. Tamam. Mən fikir edirəm ki, bu səhvəni qutaraq və gedək. Və əgər iki kişinin mabeyni bilmək dilərsən, əgər iki kişinin mabeynini, bir dənə xanım, bir dənə ağa istəyirsə görürsə, bunların rabitəsi nədir olacaq? Mabeynini, iki kişinin mabeynini bilmək dilərsən, iki kişinin başqa ismilərin hesab edəsən. Borciləri bir-birinə müvafiq müdür, müxalif müdür biləsin və nə yıldızə mütəalliqlərdir və ömrüləri uzun müdür, qıssa müdür, vallahu teala ələm. Onların ömürlərinə görə də gəlir. Və burada gəlir bir dənə miniatura yetişirik bir səhviyyə ki, miniaturu çox gözəldir. Bir oğlan bir keçidir zahirən, amma inək kimi görsən, amma keçidir. Bunu minib və bunu nədir? Deyək ki, bura yerləşsin, qabaqca yerləşirdi, indi yerləşmir. Hər halda bu miniatürü görürük və aşağıda 3 dənə adam vardı. Ehtimalən bu, bir oğlandır bu tərəfdə, bir anadır bu tərəfdə, vəsətdə bir oğlan kimidir, amma gündür məsələn. Bu günü ehtimalən o taleyin göstərir. O birisilərdə də baxsaq belə bir şey olar. Biz bu kitabdan bu günləri qəşəng oxuduq. Məncə gözəl idi, gözəl idi. Mən çox sevdim. Türkcədə gözəl bir kitabla tanış olduq. Qabaqcan da oxumuşdum, ehtimal verirəm bu kitabı. Ehtimal verirəm, çox ehtimal verirəm ki, oxumuşdum. %95 ehtimal verirəm ki, bu kitabı oxumuşdum. Və rahatlaşdığımı gördüm bu kitabda. Allaha şükür olsun. Allah sənə şükür ki, mən türk oxumaqda ən azından bu günləri rahatlıq hiss elədim özümdə. Bu mənə bir lütfüdür sənin tərəfindən və inayət elədin və mən eləyə bildim ki, özümün bu vəziyyətimlə bir şey olsun.
O bayaqçı dediyim əksə əgər diqqət eləsək orada dedi 2 dənə adam, məncə anası, balası ola bilərdi ya 2 dənə, bir dənə ağa ilə bir dənə xanım istədilər evlənsinlər. Onlar burada məsələn burada xanımın sazı da var, oğlanın da bir ayrı cür sazı var. Məsələn bunlar istədilər evlənələr. Bunların evlənməkləri haqqında belə bir şey orada üstə dedi, onun miniatürudur. Amma bu birisində görürük ki, biri yazardı, biri də ehtimalən bir məqam sahibidir. Ortada olan ayrı bir aydır. Əlbəttə bunun üzün ay kimi çəkiblər. Burası ay kimidir. Ehtimalən bu da ayla. Məsələn bunlarınki də ayla. Hər halda belə bir kitabla tanış olduq. Çox gözəl bir kitab, çox gözəl yazılmışdı, çox gözəl nəqaşısı var idi. Mənim ruhiyyəmə də çox müsbət təsir buraxdı. Beləliklə bu günü başa çatdıraq. Allaha şükür olsun və Allah əgər ömür verirsə ki versin, mən biraz çox bu təməddünümüzə uyğarlıq, türkçəsi uyğarlıqdır. Uyğarlığımızla daha çox tanış olun. Bəlkə də mən də bir səbəbi xeyr olaram, insanlardan bir neçəsi, mən demirəm hamı kitab oxuyacaqdır, hamı şey, amma umaram ki bir-iki nəfər təsir qala və kitablarımıza müraciət eləyər.